bizim keçmiş podkastdan hamı şey yazırdı. Böyle bil ki deyir Elvis Presley'dir. Bilirəm, görürdüm. Hamı daha çok onu yazırdı. Ama size bir şey söyleyeyim mi güzel insan? İlk önce teşekkür ederim geldiniz. Vaxt Çox sağ ol. ayırdınız. Yani teklif ediniz. Yani həqiqətən də lazımlı bir mövzudur. Keçən podkast çox əlaydı. Sözün həqiqi mənasında. Yəni necə sizə söyleyeyim? Keçən podkast və çox baxış oldu və millətin xoşuna gəldi. Bilirəm. Ümid edirəm və o podkastdan sonra siz də bir neçə dənə bildiyim qədərilə Bəli, podkastlarda və ya intervyularda çıxış elədiniz, düzdürmü? bəli, faydaları çox oldu onun. Təşəkkür edirəm. Hə. Yo, estağfurullah. Mənə xoşdur ki, yəni bu podkast həqiqətən də faydalı oldu və artıq yəni başlayırıq demək olar ki. Bəy, xoş gəldiniz. Təşəkkür Çox sağ edirəm. olun, bilirəm. Bir Talış və bir Əzginin Azərbaycan torpağının övladlarının ikinci podkastıdır Bəli. bərabər. Ümid edirəm bu faydalı olar və dəyərli izləyicilər, podkastımız çox gözəl mövzularla toxunur. Bizim dəyərli Orxan bəy, Orxan Xansuvar, düşünürəm ki, artıq təqdim etməyə ehtiyac yoxdur. Orxan bəy həm genetika, həm də bizim bu DNK, DNT layihələri üzrə Azərbaycanda öz sözünü deyir, deməyə davam eləyir. Onun qardaşı Rəzzaq bəy ilə bərabər və bir dostunuz Bəli, yenə vardı. haberi var. 3 kişisiniz. Maşallah. Həm DNT layihələri səviyyəsində, həm də ki arxiv və arxiv araşdırmaları, onların paralelləri. Çox sağ olun. Bu arada onu da qeyd edim əziz izləyicilər ki, mənə mənim, yəni Yasab kəndimin arxivini araşdırmaqda məhz Rəzzaq bəy yardımcı olmuşdu. Mən bunu sizə qeyd edeyim. Bəli, arxivlər açıqdır və hansı soydan gəlirsinizsə, sizin ən az 3-4 sizdən sonra 4-5 dədəviz kim olursa onu öyrənmək istəyirsinizsə, əlbəttə ki, Rəzzaq bəyə də müraciət edə bilərsiniz deyə düşünürəm. Düzdürmü? Gözəl. Düzdür, tam doğrudur. Bizim çox maraqlı mövzumuz var və mövzumuzun ilk sualı Məhəmməd Peyğəmbərin sallallahu əleyhi və səlləm DNT-si və Bəni Haşim soyu. Yəni biz bilirik ki, o Bəni Haşim soyundan gəlir. Belə bir şey deyim, yəni sualdan qabaq. Deyilənə görə məsələn hardasa 100 manat və ya 100 dollar pul verərək test edə bilərik, yəni Məhəmməd Peyğəmbərin sallallahu əleyhi və səlləm nəslindən olub-olmadığını deyilənə görə. Bəs mənə maraqlıdır həqiqətən də və düşünürəm ki, bizim seyircilərə də maraqlıdır ki, bu Haşimlər sülaləsi, yəni də bunların haplogrupu necə müəyyən olunur? Çünki Peyğəmbər Əfəndimizin nəsli də axı bilirik ki, onun oğulları, yəni yeniyetmə vaxtına çatmamış vəfat eləyiblər. Allah rəhmət eləsin. Sadəcə qızından sonra davam eləyib də nəsli, düzdürmü? Bununla əlaqədar əgər mövzuya belə başlasaq gözəl insan olarmı? Bəli, əlbəttə olar. İlk öncə başda siz olmaqla hamını salamlayıram, bizim izləyicilərimizi də. Əslində bu gün çox vacib və maraqlı bir mövzudur və təbii ki, şərt olaraq bizim üçün ən çox vacib olan mövzudan biri də dini mövzulardır ki, o seyidlik hekayələri, Məhəmməd Peyğəmbərin soyu və s. digər məsələlər. Əslində bu DNT testləri ilə onu öyrənmək mümkündür. Bunu da necə öyrənirlər? Məhəmməd Peyğəmbərin öz oğul xətti olmasa da, onun əmisi olanları, yəni ata xətti ilə onunla birləşən, nəticədə Həzrəti Əli, yəni Əbu İbn Əbu Talibin oğlu, yəni bu Həzrəti Məhəmmədin əmisi oğlu idi, Həzrəti Əli. Yəni ümumi olaraq şəcərə kimi götürəndə həm Həzrəti Əlidən, həm də Məhəmməd Peyğəmbərin əmisi oğlundan, ümumiyyətlə onların tayfasından nəsil şəcərələri davam edir. Bu da necə ölçülür? Y-DNT haplogrup səviyyəsində. Yəni bir atadan öz övladına Y-DNT ötürülür, bu dəyişilmədən ötürülür. Həmin xromosom elə bir haplogrup hissəsidir ki, doğru dildə yəni izah eləməyə çalışım, o davam eləyir və oğuldan oğula, onun da oğluna ötürülür. Bu baxımdan Məhəmməd Peyğəmbərin öz qız xətti ilə, yəni nəsli davam etsə də, onun əmsi oğlundan
və yaxud onun atasının əmisi uşaqlarından alınan nümunələr, həmin soylar davam edib və indiyə qədər də bu soy özünü göstərir. Müxtəlif ölkələrə, ərəb ölkələrində, Qafqazda, Azərbaycanda hər yerə yayılıblar. Hətta Hindistandan tutmuş Pakistan ərazilərinə qədər və bu soy indiyə qədər də davam edir. Həzrəti Əlinin soyu olaraq götürürlər Fatimə-i Zəhradan, digər xəttlərdən. Hətta Fatimə Zəhran da Həzrəti Əli ilə evlilik elədiyi üçün ondan törəyən nəsillər Y səviyyəsində elə Məhəmməd peyğəmbərin öz soyudur. Öz Y səviyyəsində davam edir. Bu baxımdan da bu testlər sayəsində belə bir ardıcıllıqla bunu müəyyən etmək olar. Yəni istənilən bir şəxs şərt deyil, onda hər hansı bir ərəb hekayəti olur, olsun. Yaxud Seyid hekayəsi olur, olsun, olmasa olur. Bunun fərqi yoxdur. İstənilən bir şəxs özünün Bəni Haşim soyundan olduğunu elmi dəlillərlə ki, həmin o dəlillər tamamilə elmi tədqiqat nümunəsidir və dünyada istənilən ölkədə, hətta super güc ölkələrində belə, istənilən dövlət orqanlarında belə, istənilən bir belə deyim, ərazilərdə dövlət tərəfindən tanınan əsas elmi struktur həmin cavab. Bu da J1 haplogrupunun L859 mutasiyasıdır. Əgər bu testlər sayəsində siz təsdiqləmək istəyirsinizsə, həqiqətən mən bu soydanam, bu testləri verə biləcəksiniz və onda artıq aydınlaşacaq ki, siz həmin soydasınız. Bunu da necə müəyyənləşdirirlər? Məsələn, indiki İordaniya kralının soyu var. İndiki bu İordaniya kralı və onlar Bəni Haşim soyundandılar və onların da soyu J1 adlı qrupunun L859 subkladıdır. Yəni bu subklad o qədər geniş yayılıb ki, hətta Kərbəlada olan məsələn Seyid nəsilləri, Nəcəfdə olan Seyid nəsilləri, Səudi Ərəbistanda olan Seyid nəsilləri, Küveytdə olan Seyid nəsilləri, Qətərdə olan Seyid nəsilləri, eyni zamanda Hindistanda Rəzəvilər var məsələn. Hindistan seyidləri, Pakistan seyidləri, hətta Dağıstanda belə bəzi seyid nəsilləri var ki, onlar avtomatik şəkildə bir soy olaraq Bəni Haşimdə birləşirlər. Ona görə istənilən bir şəxs və yaxud seyidlik iddiasında olan bir şəxs, bir hekayəsi olan bir şəxs bunu təsdiqləmək üçün, yəni fərziyyələrə əsaslanmadan bu testi verə bilər. Yəni bu testin qiyməti də əslində Y37 market səviyyəsində $119-dır standart qiyməti Family Tree DNA'nın özündə. Amma FF testi ilə də verə bilər. FF testi nə deməkdir? Family Finder. Family Finder'da üst subklad verdiyi üçün avtomatik zaten həmin subklad orada aşkarlanır. Yəni hər hansı bir digər test verməyə ehtiyac yoxdur. O baxımdan FF testi də verə bilərlər, yəni $79. Yaxud Y37 markerli testi də verə bilərlər. Yəni seçim onlardan ibarətdir. Bu formada. Yəni biz deyə bilərik ki, əslində Seyid geni deyə bir gen var. Təbii, Düzdürmü? Və o nəzərdə olunur. təbii ki, yəni Yəni elmi və tədqiqatlar həqiqətən, yəni bu çox əslində maraqlı bir mövzudur. Elmi tədqiqatlar göstərdi ki, dinin motivləri əsasında qurulmuş standart bir şəcərə mexanizmi var idi. Məsələn, Məhəmməd peyğəmbərin konkret olaraq İsrail oğulları ilə İbrahim peyğəmbərin soyundan olmağı, İsmail, İshakın törəmələrinin davam edilməyi məsələsi ki var. Bu testlərdə özünü isbat elədi. Çünki nəticə etibarilə L859 subkladı ki var, həmin L859 subkladının 1400-1350 il yaşı var mutasiyasının. Həmin bu 1350-1400 il ərzində bu subkladı daşıyan hər bir şəxs ortaq əcdadda birləşirlər. Bu da onların həqiqətən eyni bir atadan olduğunu təsdiqləyir. Yəni hamısında Y xətti ilə bir-biri ilə kökdə gəlib birləşirlər və bunlar yayılıblar, hər şeydə uyğun gəlir. Hətta L859-un artıq atalarına və ata mutasiyalarına getdikdə nəticədə yenə də onların FGC11-də birləşdiyini görürük. Yəni FGC11-də indiki Samilərin, yəni bizim dillə desək Semitlərin daha doğrusu, yəni həm ərəblərin, həm Yəhudilərin ata mutasiyası sayılır. Hətta orada yısıcı 2034 qolu var məsələn. Bu qol özü Abrahamın soyu sayılır. Yəni Abraham yəni İbrahim peyğəmbərin soyu sayılır və nəticədə bu qolun yaşı 3200 ildir. Yəni istər Yəhudilər, istər ərəblər Məhəmməd peyğəmbər başda olmaqla, yəni Məhəmməd peyğəmbər əcdad xətti ilə atasının atası, onun da atası konkret gəlir birləşir İbrahim peyğəmbərdir. Yəni Abraham. İsmail əleyhissalam soy Bəli, nəticədə İbrahim. hamısı eyni kökdəndir. Yəni konkret olaraq hamısı bir kökdən gəlirlər. Amma biz belə bir mülahiza ilə sülə bilərik ki, bütün ərəbləri sadəcə J1-ə bağlamaq da doğru deyil. Çünki ərəblərdə kifayət qədər E haplı qrupu da var. Yəni ərəblərdə və Yəhudilərdə elə J1 qədər, J1 haplı qrupunun P58 subkladı qədər Y haplı qrupu da var, onun da qolları var. M35, onun altındakı qollar V22, V12, digər qollar, onlar da ərəb və Yəhudilərdə kifayət qədər çoxdur. Amma biz sırf
Bəni Haşimdən söhbət ediriksə və nəticə etibarilə məsələn ərəblərdə elə ola bilər ki, biri digər məsələn Əl-Əzdi qəbiləsi var. Əl-Əzdi qəbiləsi də J1-dir. Məsələn müxtəlif qəbilələr var. Zubeyr qəbiləsi var, Rabiə tayfası var, müxtəlif tayfalar var. Hamısının da öz DNT layihələri var. Test ediblər, hərəsi ayrı-ayrı subklatlar çıxır. Amma biz Bəni Haşimdən söhbət ediriksə, istər Azərbaycanda, istər Türkiyədə, istər İranda, əgər həmin subklat heç kim çıxmırsa, bu adam ata xətti ilə ərəb deyil. Daha doğrusu Seyid deyil. Yəni bir insan ərəb ola bilər, amma onun mütləq Seyid olması üçün Bəni Haşim mutasiyasını daşıması gərəklidir. Yəni bu vacib bir faktor. Wow. Bəli. Yəni eqr O zaman buradan belə bir çağırış edə bilərik ki, həm Azərbaycandakı, həm sizi bəli, dinləyənlərə bəli. də ki, əgər Seyid olduğunuzdan əmin olmaq istəyirsinizsə, yəni çox da ki yazılıb orada ki, Seyidsən də. Bəli. Yəni bu testi keçərək əslində, yəni çox da bahalı bir test deyil. Bu testi keçərək bunu sübut eləyə bilər. Həm özü üçün, həm nəsli üçün. Tam doğru, bəli. Yəni bu onların öz seçimlərindən asılıdır. Çünki elm bioloji materiala əsaslanır. Yəni mən bəzi şəxslərə də səslənirəm ki, burada əsas məsələ bizim üçün siyasi və yaxud digər məqsədlər maraqlı deyil. Yəni bu etnik kökən axtarışı baxımından şəxslərin öz sifarişi ilə elədikləri testlərdir. Yəni bu insan evində də oturub bunu sifariş verə bilər. Dəqiqləşdirmək üçün. Çünki bir var insanların fərziyyəsi, bir var bioloji material. Yəni insandan götürülmüş bioloji material ağız tüpürücüyündən götürülür və burada onun kökü müəyyənləşdirilir Y səviyyəsində. Bəzi insanlarda şəcərələr ola bilər. Məsələn, axı elə bir şəcərələr var ki, bu insan 1600-cü ilə qədər öz şəcərəsində heç bir yanlışlığın müşahidə olunmadığını görür. Araşdırırıq və görürük ki, bu şəxs həqiqətən Seyid əlyazmaları var, Seyid təsdiqi tapıb. Amma Y səviyyəsində ümumiyyətlə nəinki Seyid, heç ərəb çıxmır. Yəni bu insan heç ümumiyyətlə ərəblərlə bağlı yoxdur. Əslində oranın yerli adamıdır və bu əslində pis bir şey də deyil. Yəni insanların sadəcə hamısının beynində ki, biz gəlməyik, hardansa gəlməyik, digər məsələlər, bunlar fərziyyələrdir. Bunları aradan qaldırmaq, məsələn, təsdiqləmək üçün məsələn maraqlı bir hekayə var idi. Təzə bizim Azərbaycan DNT layihəsində onu da qeyd edeyim. Qobustanın Ərəb Şalbaş kəndi var. Mən eşitmisiniz ya yox? Qobustanın Ərəb Şalbaş. Bəli, bəli, bəli. Həqiqətən belə bir hekayə var idi ki, onlar 1600-1700-cü illərdə köçən ərəblərdir. Onlarda hekayə var idi ki, ərəb olublar və biz o kənddən olan, ata nəsli o kənddən olan bir şəxsi test elədik. Adam həqiqətən bu insan J1 haplı qrupunun FKC 5 qolu çıxdı və indiki bu Səudiyyə Ərəbistan Wow. kralı Əl-Saud ailəsi ilə birləşir 1700 ilə. Yəni bu adam Şamaxılıdır Wow. və həqiqətən bu insanın əcdadı ərəb çıxdı. Amma biz Şamaxıdan başqa bir nəsli test elədik. Bu insanda konkret şəcərə var idi. Bu insan özünü iddia eləyirdi ki, mən yəni tam ərəb kökənliyəm, ocaqları var və s. Adam konkret çıxdı türk kökənli. Test elədik, o yəni elə bir D haplı qrupu çıxıb, yəni konkret olaraq həm Yaponlarda, həm Orta Asiyada mövcud olan, yəni sırf türk kökənli bir şəxsdir. Amma bunda hekayə olaraq ərəb olduğunu qeyd edir və biz sonra anladıq ki, həqiqətən bunun şəcərəsində hansısa ana xətti ilə qohumluq əlaqəsi olub. Yəni biz onu da iddia edə bilmərik ki, kimsə özünə Seyid damğası qoyur, o tamamilə yalan danışır. O hansısa bir hekayəni götürüb, yəni onun hansısa nənəsi ərəb olub və yaxud həqiqətən Seyid soyundan olub və s. şəcərələr qarışıb. Çünki elə xəttlər olurdu ki, məsələn bunu Rəzzaq Xansuvarlı Ağali Varsamanın öz araşdırmaları var. Kamilal təsvirlər formasında. Məsələn, biz müşahidə edirik ki, bəzən elə ailələr olur ki, nəsil artımı zəif olduğu üçün, məsələn, onun oğul törəməsi olmur. Və qızı evlilik eləyir, başqa nəsildən bir şəxs. Yəni, loru dil dediyim yeznə kürəkən oturur onun ata mülkündə və soy olaraq onun öz qaynatasının söhbətini, hekayəsini, əfsanəsini davam elətdirir. Və onun övladı elə bilir ki, mən bu soydan. Halbuki tamamilə fərqli bir soydan. Ona görə biz bütün bu məsələləri həll eləmək üçün DNT testləri artırmalıyıq. Çünki DNT test bioloji materialdır. Yəni o insanların fərziyyəsi deyil. Mutasiyada və hər bir insan bunu daşıyır. Filan ərazidə filan kəs test keçir və bunun Y soyu budur. Y DNT budur. Bir də digər bir məsələ var. Yəni biz bunu insanlar da bunu başa düşməlidir ki, Y DNT haplı qrupla autosomal fərqli şeylərdir. Y DNT haplı qrupla. Y DNT haplı qrup dəyişilməyən bir şeydir. Atanızdan, onun da atasından, onun da əsas patriarxat xətti bildirir. Və sizin soyunuz Y DNT haplı qrupla bəlli olur. Digər məsələ, autosomal isə dəyişən bir şeydir. Məsələn, bir şəxs Azərbaycanlıdır. Deyək ki, məsələn, türkdür. Bu adam evlilik eləyib, belə deyim, ərəblə.
Yəni bunun ata xətti türkdür. Bu ərəb bir qadınla evlilik elədi və bunun ərəb qadından bir törəməsi oldu. Oğlan özü, yəni bunun törənən oğlan fenotipik olaraq ərəblərə bənzəyir. Yəni konkret baxırsınız ki, 50% çünki bu alçım olaraq ərəb geni daşıyır, 50% türk geni daşıyır. Sonradan həmin ərəb törəyən o ərəb ki var, o sonra gedib ərəblə evlilik eləyəndə və köçüb Ərəbistanda yaşayanda məsələn və 300 illik bir prosesi biz önə atırıq. 300 ildən sonra gedirik Ərəbistana, həmin soyu test eləyirik. İnsan tamamilə ərəb mədəniyyətindədir. Ərəb kimi yaşayır, alçumu ərəbdir, fenotipi ərəbdir. İstənilən ərəbə alçum səviyyədə qohum çıxır. Bu insan ərəbdir. Amma test edir, görür onda elə adlı qrup çıxıb ki, bu tamamilə ərəblərdə olan şeydir. Türk. O baxımdan da bizim, yəni əsasən metod ondan ibarətdir ki, biz test eləyəndə Y-DNT-yə əsaslanırıq. Çünki alçumal dəyişən bir şey. Məsələn, sizdə elə olur ki, talışlar kürlərə yaxındır. Hətta türklərlə talışların yaxınlıq olduğu alçumlar var. Ləzgilərlə yaxınlıq var. Bakı əhalisi ilə Ləzgilər, Dağıstan xalqlarının yaxınlığı var. Bu qarışıq bir şeydir. Çünki qadınların evlilik prosesinə elədiyi təsirdir. Alçumal təsir. Bunlar da 300-400 illik proseslərdir. O baxımdan klassifikasiya eləyəndə əsas ata xətti sayılır. Və ona görə də Bəni Haşim soyunda da əgər biz bunu izləmək istəyiriksə, ata xətti izlənilməlidir. Y-DNT baxımından soyu hara gedir və hara qədər davam edir. Belə. O zaman belə bir şey deyə bilərik ki, yəni Bəli. Azərbaycanda da əslində ərəb mənşəli, ərəb DNT-si çoxdur. Çoxluq təşkil edir, düzdürmü? Əslində belə bir şey deyim, hal-hazırda bir Azərbaycan üzrə 1500-dən çox nümunə var təxmini olaraq. Azərbaycan DNT layihəsi üzrə və bizim maarifləndirməyimiz sayəsində çoxu insanlar özləri də müraciət elədi. Yəni biz son dövrdə bir 300-dən çox insanı test eləmişik. Yəni bu ümumiyyətlə Qafqaz regionunda istər Türkiyə DNT layihələrindən, istər İran DNT layihələrindən 2 qat qabaqlamışıq. Yəni onları önə keçmişik və həm Rəzzaq Xansuvara, həm də Ağali Varsamana xüsusi təşəkkürümü bildirirəm, həm də Ülvi Məmmədova. Yəni Rəzzaq bəy ilə Ağali bəyin zəhməti danılmazdır. Çünki biz tək başına həm bu insanları maarifləndirmək, onları test eləmək təbii ki, öz istəkləri sayəsində. Yəni özləri istəyirdi, müraciət edirdi, köməklik, könüllü baxımdan köməklik edirdi. 300-dən çox şəxsi test eləmişik və bu nümunələr artmaqdadır. İndiyə qədər nümunəyə əsasən deyə bilərik ki, Azərbaycandakı hələ bundan sonra tam ona əminliklə demək olmaz. Çünki nümunə azdır. Azərbaycanda 10 milyon əhali var. 10 milyon əhaliyə 1500 nümunə heç bir şeydir. Yəni statistik göstərici olaraq indidən elmi mülahizə ilə sürmək yanlış olar. Çünki biz bilmirik hansı nəsillər test olunub, olunmayıb. Və indiki nümunəyə əsasən demək olar ki, Azərbaycanda 10%-ə yaxın, 10-12%-ə yaxın ərəb genləri var. Ərəb ata xəttləri var daha doğrusu. Alçum yox, yəni sadəcə ata xətti ilə 10-12%-ə qədər var və ən çox da ərəb zolağı, məsələn, Şamaxı və Qobustan ərazisində ərəb kökənli şəxslər çıxır. Eyni zamanda Qərbi Azərbaycanda məsələn biz ərəb kökənli haplı qrupları daha çox müşahidə edirik. Elə Zəngəzur ərazisində də, Naxçıvan ərazisində də məsələn müşahidə edirik. Çox maraqlıdır ki, ümumiyyətlə bizim etnik talışlarda məsələn ərəb haplı qruplar demək olar ki, çox nadirdir. Halbuki bizim bölgədə ən çox seyid, ən çox ocaq hekayələri olan bölgədir bizim bölgəmiz. Azərbaycan bölgəsi ən çox məsələn bu dini məsələlərdə aktiv olan xalqlardan biridir Talış xalqı və Talış xalqında bəlkə də hər bir kənddə bir ocaq var. Yəni mən özüm də etnik Talışam və bizim kəndimizdən tutmuş hamının ocaqları var və seyir iddiaları çoxdur. Halbuki biz test elədiyimiz sayəsində, yəni Rəzzaq bəy ilə, Ağali bəy ilə aşkarlandı ki, bu soyların heç biri ata xətti ilə seyid deyil. Bu adamlar ata xətti ilə heç ərəb deyil. Ata xətti ilə heç semit deyil. Yəni bunlar konkret olaraq Hind-Avropalıdır. Yəni 3000 ildir bu insan burada yaşayır. 3000 ildir bu insan heç yerdən gəlməyib. Sadəcə hekayələrdir, götürüblər və özünü ərəbə bağlayırlar. O da ərəblərlə evlilik də müşahidə oluna bilər, amma dərd odur ki, talışlarda alçum olaraq da ərəb genləri çıxmır. Yəni bu çox, hətta məsələn Şamaxıda alçum olaraq ərəb genləri çıxır. Yəni alçum səviyyədə biz görürük ki, hansısa ərəblərlə evliliklər müşahidə olunur. Şərt deyil ata xətti ilə. Amma talışlarda biz bunu çox da müşahidə eləmirik. Əslində öz haplı qrup səviyyəsini Azərbaycanda qarışıq olmadan saxlayan iki millət var əsasən. Bir cəmləşdirsək Qafqaz xalqlarıdır. Ləzgilər, əsasən Saxurlar və digər Dağıstan xalqları. Onlar Y-ni elə saxlayıblar ki, onlarda 60% eyni homogen haplı qrupdur. Heç bir millət onların arasına daxil ola bilməyib. Bu torpaqlara keçmişdə məsələn
inteqrasiya eləyə bilməyiblər. Həmin məsələn istər ərəblər olsun, istər digər millətlər olsun. Daxil ola bilməyiblər. Yəni bu çox maraqlı əslində bir detall. Məsələn, talışların özünün indi bizim əlimizdəki olan nümunəyə əsasən bir 40-42% R1B adlı qrupudur. R1B adlı qrupu çıxır, yəni 42% və onların elə bir yüksək subqlat faizi var ki, yəni biz müşahidə edirik ki, hətta indiyə qədər ermənilər ki, iddia edirdi ki, R1B bizim adlı qrupdur, belə açığı deyim, biz Qafqazda qədimik və s. digər məsələlər bu nəzəriyyəni tamamilə çürüdür. Çünki bu adlı qrup Azərbaycanda var yəni. Şərt deyil o ermənilərdə olsun. Çünki ermənilər çox test keçirdi. Bizim Azərbaycanda testlər zəif idi. Azərbaycanlılar bu məsələdə aktiv deyildi və indiyə qədər də biz Azərbaycan DNT layihəsi tərtib edənə qədər Əkbər Əliyev tərəfindən, sonra Rəzzaq bəy, Ağali bəy, Ülvi Məmmədov, bunlar hamısını qeyd eləməliyəm. Bu tərtib olunandan sonra artıq bir Avropada yaşayan azərbaycanlı fərqi yoxdur. Biz azərbaycanlı deyəndə mən ləzgi nəzərdə tuturam. Burada çünki bu hamı bizim dövlətdir bu. Yəni bu Talışı da nəzərdə tuturam, Saxurda nəzərdə tuturam, Türküdə nəzərdə, hamısını nəzərdə tuturam ki, istənilən bir şəxs Avropada test keçəndə orada autism səviyyədə onun zonasını yazırdı Armeniya. Evet. Anatolian Armenia. Anatoliya Armeniya. Niyə? Çünki onu bölgə, coğrafi olaraq götürürdü və autism da aşkarlananda həmişə bizim autismda xüsusi bir bölmə yox idi. Çünki baza yox idi. Yəni nümunə olmalıdır ki, onlar kalkulyatorda xüsusi bölmə yaratsın. Yazsınlar ki, lezgi genidir. Yazsınlar ki, talış genidir. Yazsınlar ki, turkiş genidir. Digər onları yazmaq lazım. Ya çünki nümunə olmalıdır. Və təbii ki, bu testlər artandan sonra Azərbaycandakı görüntü necədir, onu deyim mən. Statistik olaraq Azərbaycanda semit varlığı çox aşağıdır. Bunu da mən qeyd edeyim. Yəni 10%dir indiyə qədər ərəb haplı qrupu ata xətti ilə. 10%dir. Yaxın Şərq haplı qrupu var. Məsələn, J2 haplı qrupu həm Yaxın Şərqindir, həm Mesopotamiyanındır, həm də Anadolunun. Məsələn, Azərbaycan türklərini mən keçən videoda da demişdim, podkastda da. Azərbaycan türkləri ilə Anadolu türklərinin çox ata xətti ilə əlaqəsi var. Əksər Azərbaycan türkləri, hətta Azərbaycandakı əksər xan nəsilləri Anadolu türkləri ilə birləşir. Yəni bu da göstərir ki, bu Anadolu türklərinin, xüsusilə qızılbaş kökünün əsas əlamətidir. Yəni Anadoluda aşkarlanan haplı qruplar ki var, məsələn, onlarla bunlar arasında ciddi bir əlaqə var. Bu çox maraqlı bir detaldır. Orta Asiya haplı qruplarına gələndə isə testlər artıqca zamanla onlar da çıxır. Məsələn, Gədəbəy, Şəmkir, bu zonada kifayət qədər O haplı qrupu, məsələn, Düyərli kəndində N haplı qrupu çıxıb. Məsələn, bizim o digər nümayəndəmiz Ülvi Məmmədov da N haplı qrupudur. Düyərli kəndində müxtəlif N haplı qrupları çıxıb. Sonra O haplı qrupu çıxıb. Şuşanın özündə O haplı qrupu çıxıb. Belə haplı qruplar çıxır, amma bunlar ümumi olaraq, belə deyim, ölkənin bir təxmini olaraq bir 6-7%-ni təşkil edir. Əgər biz tam olaraq həmin o kökənli haplı qrupları saysaq. Amma J2 haplı qrupları isə bunlar Anadolu türkləri ilə birləşən nəsillərdir. Testlər artıqca hələ ki nümunə azdır. Yəni biz bilmirik. Çünki Gədəbəy, Şəmkir, Tovuz əsasən türk varlığının daha dominant olduğu, autism səviyyədə də özünü Şərqi Afrasiya faizini ən çox saxladığı bölgələrdir. Və o bölgələrdən test zəif idi və biz eləmişik və bundan sonra da müraciətlərdən sonra olunacaq və ortaya daha dərin və effektiv bir araşdırma çıxacaq. Yəni bu formada. Dağıstanda kişilərin hardasa təxminən 80%-də J1 haplı qrupu çıxır da. Ərəblərdə də J1 var. Deməli Dağıstanlılar ərəb deyil, yoxsa əksinə sizcə? Əksinə, yəni əslində indiki bu semitlərin, yəni Sami xalqının, məsələn biz bunu zolaq olaraq götürsək, Yəməndən tuturuq düz Şimali Afrika zonasına qədər, hətta bura Levant ərazisi daxildir, İsrail, Suriya, Fələstin, Livan. Bu ərazi daxildir, Mesopotamiya daxildir. Bu zonaya yayılan bir J1 haplı qrupu var. Bunun da əsasən P58 qolu var. P58 qolu ilə nəticədə Z18-42 qolu əmi oğludur, bir xəttə birləşirlər. Yəni bir nəsildən ibarətdirlər. Bir ata xətti ilə daha doğrusu birləşirlər. Z18-42-nin 7800 il yaşı var. Və ümumiyyətlə J1 haplı qrupunun da ən qədim nümunəsi, ilk yarandığı yer Qafqaz ərazisi sayılır və Sarsu Gürcüstanda, bəli. O ərazidə çıxıb, eyni zamanda Qafqazda digər ərazilərdə də çıxır. Yəni məntiq etibarilə indiki ərəblərin, indiki yəhudilərin, samilərin ki var, o dil daşıyıcılarının ata xətti ilə kökü Qafqaza gəlib çıxacaq.
Wow. Yəni onlar öz aralarında bir 3004 nəticə etibarilə əgər biz İbrahimi dinlərə də nəzər salanda, zaten İbrahimin soyu Suriya, Türkiyə ərazisindən, Harrandan zaten köç eləmişdi. Onlar Kənan torpaqlarında No. yerli deyildilər. Kənan torpaqlarında həmin dönəmdə E haplı qrupu yaşayırdı, Y haplı qrupu. Oranın yerli sakinləri idi. Və bu baxımdan da İbrahimin soyu ora köç elədi. Və nəticə etibarilə də İbrahimin ata xətti ilə 3000 il yox, bir 5000, 6000 il öncə əmisi uşaqları ata xətti ilə hamısı Qafqaz İrandadır, yəni bildiyin. Bu zonadadır. O baxımdan da bütün bu kökün əsas qaynağı yenə Qafqaz olacaq. Yəni Qafqaz ən qədim yaşayış məskənlərindən və insan soyunun mərkəzlərindən biri olacaq. J1 haplı qrupu olaraq. Nəticə etibarilə J1-in də bir qardaşı var, J2. J2 haplı qrupu. J2 haplı qrupu da istər İranda, istər Azərbaycanda, istər Türkiyədə, istər Mesopotamiyada, hətta Qafqazı da çox qədimdir. Və qədim qolları var, aşkarlanıb. Onların da hər bir subkladı başqa-başqa millətləri, başqa-başqa dil ailələrini formalaşdırıb. Zaten dil ailələri ilə haplı qrup sırf bir-biri ilə bağlı deyil zaten. Çünki onlar dəyişən bir proseslərdir. Və bu baxımdan da əgər belə bir nəzəriyyə var idi, indiki bu Ərəb-Yəhudi məsələsi ki var, onların dil ailəsi, lap keçmişdə Avro-Asiya dillərinə daxildir, Afro-Asiya dillərinə. Və bu baxımdan da biz bunu belə bir nəzərə irəli sürə bilərik ki, YM35 haplı qrupu ki var, o daha çox ilkin semitdir. Yəni E haplı qrupu özü Şimali Afrika olaraq və Levant ərazisinin ən qədim sakinləri. Çünki Paleogenada orada E haplı qrupunun çıxdığı sümüklər 9000 il yaşı var. J1-in çıxdığı sümüklər 4000, 3000 il yaşı var. Zaten oradan tutmaq olur ki, bunlar gəliblər və artıblar. Və təbii ki də heç vaxt bir xalq sadəcə bir haplı qrupdan ibarət ola bilməz. O xüsusi bir toplum. Və bu toplumda da istər ərəblərdə, istər yəhudilərdə, məsələn, EV12 qolu var. YV12. YV12 Şərqi Afrikada da yayılıb. Misirdə də yayılıb, Livanda da yayılıb. Bildiyin Levant ərazisində də yayılıb. V22 də elədir. V22 Aralıq dənizi sahillərində də var. İsrail, Fələstin, Livan, Suriya ərazisində də var. Siciliyada da yayılıb. Misirdə də kifayət qədər var və geniş yayılıb ərəblərdə, yəhudilərdə aşkarlanan bir subkladdır. Ona görə biz Azərbaycanda məsələn adətən belə bir müşahidə bizdə var. Biz görürük ki, J1 hansı ərazidə çıxırsa, onu Rəzzaq bəylə Ağali bəy də təsdiq edə bilər. Bu yeni bir əslində bizim üçün kəşfdir. J1 haplı qrupunun P58 qolu harda çıxırsa, onun mütləq ətrafında Y haplı qrupu çıxır. Bu da göstərir ki, bunlar gələndə birgə gəliblər. Bəziləri sərkərdə kimi gəlib, bəziləri dini yaymaq üçün gəlib, bəziləri ticarət məqsədi ilə gəlib, gəmiçilik məsələsi ilə gəlib. Çünki logistik mərkəzlər var idi. Bu istər İslamdan əvvəlki xristianlıq dönəminə də aiddir və ondan əvvəlki Yəhudilik dönəminə də aiddir. Hətta Yəhudilik dönəmi ilə paralel ondan öncə Finikalılar toplumu. Finikalılar ən məşhur toplumdur və ilk əlifbanı yaradan, ilk ticarəti ortaya çıxardan yerli Kənanlılardır. Finikalıların Paleogenalarının bir 80% E haplı qrupu çıxıb. Hətta V22 çıxıb. Hətta onu da qeyd edim ki, sizin ata xətti ilə sizinlə birləşən nəsillər də olar. Finikalılar. Bu birinci podkastdan sonra mənə bir dostum yazıb, hə, sən də deyir Finikiyalı çıxdın da deyəsən. Deyirəm, hə. Yəni bu çox Yəni əslində ora baxsaq, yəni Finikiyalı qədim bir xalqdır, yəni problem yoxdur. Təbii ki. Bu baxımdan məsələn Yəni Masallı'nın Hacıtəpə kəndi var. Bu Hacıtəpə kəndindən bir nəsli test eləmişdik. Adam çıxmışdı YM84 haplı qrupu, bu şəxs. YM84 haplı qrupuna elə bir qolu idi ki, Körfəz ərəbi ilə birləşirdi, İranla birləşirdi, amma bir də 3700 ilə birləşirdi Finikalı ilə. Yəni bildiyim zonada, yəni bu Finikalının bir izi idi, müşahidə olunurdu. Elə bir xəttlər var ki, subklad olaraq, onlar gəlib İrana düşürlər və İran dilli əhali ilə qarışırlar. O baxımdan, məsələn, Kürd xəttləri də mövcuddur. Mardində, məsələn, E haplı qrupun elə xəttləri var. J1-in elə xəttləri var. O baxımdan, yəni burada əsas məsələ nədən ibarətdir? Birincisi, Y-DNT haplı qrupun izlənməyi. Əsas ata xəttini izlənməyidir və bu baxımdan onları rahat araşdırmaq olur. Qafqaz xalqları da dil ailəsi olaraq, istər Kür-Araz mədəniyyətinin formalaşdıran subkladdır. Kür-Araz mədəniyyəti formalaşdırmaqla yanaşı, həm də Qafqazın yerli əhalisi sayılır. Yəni Qafqazın aborigen yerli əhalisi sayılır. Buna görə ləzgilərdə, Saxurlarda, digər Dağıstan xalqlarında yüksək, hətta Tabasaranlarda bir 80%, 75% tezlikdədir.
Yəni bu o qədər yüksək səviyyədə orada yayılıb, öz dominantlığını da saxlayıb homogen haplogrupdur həmin o subklat və nəticə bəli, J1. buyurun, buyurun. J1 Bəli, bəli. haplogrupu değil C1 mi? haplogrupunun Z18-42 subkladı. Məsələn, həmin subklat kök etibarilə bunlar hamısı elə indiki ərəb, elə Bəni Haşim soyudu ki var. Bəni Haşim soyu gec-tez 7000 il, 8000 il sonra yenə də birləşəcək J1 Z18-42 ilə. Onlar nəticə etibarilə bir Qafqaz xalqlarının yəni formalaşdıran Y-lər. Bunlar eynidir. Amma bu şərt deyil. Bunlara biz ərəb deyək, yəhudi deyək. Bunlar sadəcə Qafqazı yaradan haplogrupdur. Və o elə bir dönəmdə yaranıb ki, artıq orada heç o dövrdə xalqlar yox idi. Yəni 8000 il, 7000 il öncə. Sadəcə bir mutasiyada ata paternal xəttidir. O mövcud olub qalıb burada və yayılıb Azərbaycanda da var. Hətta etnik talışlarda da var. Astarada müşahidə edirik. Məsələn, bu nəsillər aşkarlanıb Astara rayonunda. Azərbaycanın digər ərazilərində də var. Türkiyədə də var, İranda da var. Məsələn, Qacarlar elə özü Z18-42. Qacarların soyu J1 Z18-42-dir. İndi konkret biz hansı alt subkladı olduğunu müəyyənləşdirmək üçün o həmin Qacarlar nəsli ata xətti ilə birləşir, hətta Saxurlarla bildiyin Qafqaz xalqları ilə birləşir ata xətti ilə. İndi biz hansı alt qola düşdüyünü, alt sum olaraq necə türkləşdiyini, necə türk soyu olduğunu bilmirik. Mən onu yəni təsdiq eləyə də bilmərik. Sadəcə açıqlama odur ki, bunların ata xətti J1 Z18-42-dir. Yəni ata xətti ilə. Bu Qacarların soyu. O baxımdan da onlar özləri də burada yerlidir. Yəni buranın yerli sakinlərindən biridir. Yəni heç yerdən gəlməyiblər. Z18-42 çıxdınsa, o deməkdir ki, sən buranın aborigen yerlisisən. Aborigen yerli olanda da, yəni 7000 ildir burdasan. Sən Talış da ola bilərsən, sən Türk də ola bilərsən, sən Ləzgi də ola bilərsən, sən Saxur da ola bilərsən. Bu sənin subkladın yaşından və yayıldığı arealdan asılıdır. Və biz də ona görə insanlarla danışanda konkret insanlara onu izah eləmək lazımdır ki, subkladla Y-DNT haplogrup səviyyəsi arasında fərq var. Y-DNT haplogrup ata soyun ümumi sortunu göstərir. Açıq dildə, dialoq dildə. Subklad isə yaşı göstərir. Elə bir haplogrup ola bilər ki, məsələn, bunun 3000 il subkladı sadəcə İran xalqlarında var. O İran xalqlarını formalaşdırıb. Elə subklad var ki, o sadəcə Türk xalqlarını formalaşdırıb. Bu yaş və köç prosesləridir, miqrasiya prosesləridir. Nəticə etibarilə də Qafqaz xalqları, Y səviyyəsində gedəndə, bəli, Qafqaz xalqları elə Sami xalqları ilə kökdə birləşiblər, ata xətti ilə. Çox keçmişdə yəni. Belə. Biz əslində anlamağa yəni gəlsək, yəni anlasaq da və seyircilərimiz də anlaması gerəkən bir mövzu varsa, bu üç şeyi yəni bilməliyik. Yəni dil, DNT, Y-DNT Bəli, bəli. və hal-hazırdakı etnik qruplar, belə deyək ya da nə. Bu əslində yəni məsəl üçün hansısa bir Y qrupda hansısa bir E çıxdınsa və ya nə bilim D çıxdınsa, amma hal-hazırda sən ləzgisən, talışsan, avarsan falan. Bunlar fərqli bir şeylərdir. Təbii ki, Əslində təbii değil mi ki. yəni? Yəni burada adam özünü tanıtmamalı ki, yox mən bu deyiləm. Məsəl üçün falan Amma filan. bu sizin ata xəttinizin kökəni bildirir. Yəni biz özümüz şəxsən mən çıxmışam EV22 haplogrupu. Yəni bunu bizim subklad da elədir ki, bizim subklad Talışda sadəcə var və Talışda başqa nəsildə çıxmayıb. Yəni Talış xalqında başqa nəsildə heç bir bizim nümayəndəmiz yoxdur ata xətti ilə əmək olub. Bizlə birləşən qeyd eləmişdim. Suvagildən bir Saxur idi və eyni zamanda Saxurla yanaşı Gədəbəy və Tovuzda olan iki müxtəlif ailə türklər idi. Yəni bu çox maraqlı bir detaldır. Hətta bizlə Tehrandan bir fars birləşir və eyni zamanda Kirmanşahdan kürd birləşir. İndi biz buna adlandıra bilmirik, ad qoya bilmirik ki, bu necə bir köçdür. Bu konkret olaraq mərkəzi aradı. Bu türkdürmü, taşdırmı və s. Buna biz üst subkladına baxırıq və üst subkladından analiz eləyirik ki, həqiqətən bu panel subklada gələndə bu adam Levant kökənlidir. Bu paralel bir-birindən xəbərsiz hər hansı bir əmuşaq xətlər, əmoğullar köç edirlər və bizim subklad elə sizin özünüzün də. Məsələn, sizin özünüzün birləşmə xətti, siz özünüz İspaniya ilə birləşirsiniz. Ata xətti ilə. İndi ləzgilərin o qolu formalaşdıracaqsınız. Bir 700-800 illik bir ləzgi qolu olacaq. Sizin əmuşaqlar orada olacaq, tayfalar birləşəcək. Amma siz ata kökü ilə ömür boyu Qafqazda ola bilməzsiniz. Bax, DNT testinin önəmi budur. Sizə göstərir ki, sən qardaş indi 500 il, 400 il alt som olaraq talışsan. Bunu heç kim dana bilməz. Yəni bu sənin heç nəyi dəyişmir. Bu sənin ata kökənini göstərir. Yəni sən bir adam T haplogrupusan sən, subkladın yaşına baxırsan. Qardaş sən özünü öldürmə. Sən kökdə ata kökü ilə ləzgi türk ola bilməzsən.
Talış da ola bilməzsən. Yəni sənin ata kökün bir 2000 ildən sonra bu prosesdə burdadsa, ondan sonra dayanmır. O dil ailəsi olaraq həmin lingvistik ailəyə uyğun gəlmir. Sən bura gəlmisən mütləq. Və sənin aid olduğun bir mərkəz var, bir ərazi var, bir miqrasiya var. Haplogrup da sizin o ata kökəninizin ərazisini göstərir. Yəni həm sizin, həm mənim. Şəxsən ikimizin ulu babaları indi bundan 2000 il öncə yaşayıblar İsrail Livanda. Bizim hər ikimizin babaları yaşayıb Livan. İndi ilki dedikdə o Yahudilər kidir, vəd edilmiş torpaqlar kidir. Ona ad qoyublar. Yəni biz ikimiz də o vəd edilmiş torpaqların övladları, o ərazidən köçmüşük. Bizim babalarımız köçüb və bizlə paralel başqa V22-lər də var. Yəni Borçalda da Onda çox rahat iddia edə bilərik də o torpaqlarımıza iddianız ola bilər. Bəli, bəli. O çünki kök etibarilə bu elə bir dönəmə düşür ki, bu sektaların yaranması dinlə əslində kök tam bir-birinə bağlı deyil. Yəni mən bunu hamıya əslində müraciət eləmək istəyirəm ki, bir adam ola bilər ki, kökdə məsələn Hindistanlı olsun, Hindlidir bu adam. Amma bu adam müsəlmanlığa elə bir xidmət göstərsin ki, yəni bu müsəlmandır bu adam. Xalqla din eyni şey deyil. Yəni bunlar fərqli bir şeylərdir. O baxımdan da hətta Məhəmməd Əmin Rəsulzadənin mən nəticəsi haqqında bir paylaşım eləmişdim. Məhəmməd Əmin Rəsulzadə çıxmışdı Z1842. Yəni orada o qədər şəxs yazdı ki, o qədər bunlar söhbət elədilər ki, siz türklərə qarşı nifrət aşılayırsınız, belə edirsiniz. Dedim, qardaş, özümüz elə bu dövlətə xidmət eləmək üçün, bu xalqa xidmət eləmək üçün bu layihələri tərtib edirik. Yəni Məhəmməd Əmin Rəsulzadənin sosial düşüncəsi böyük şəxsiyyətdir. Böyük bir liderdir. Yəni hörmətlə qarşılayırıq. Amma bu DNT nəticəsidir, qardaş. Yəni bir adam talış ola bilər, gedib döyüşə bilər. Yəni necə ki Qarabağda döyüşürlər. Yəni bir adamın etnik kimliyi onun sosial həyat tərzinə təsir eləmir. Onlar fərqli-fərqli şeylərdir. Yəni bir elmi yanaşma olaraq bir ərəb ola bilər ki, ərəb bizim dövlətə daha çox xidmət eləsin. Şəxsən bizim özümüzdən. O onun etnik kimliyidir. Yəni o şərt deyil. Yəni bu adam məsələn türkdürsə və yaxud talışdırsa, bu ümumiyyətlə qeyri-adekvat və həqiqəti qəbul eləməmə yanaşmasıdır. Yəni insanlar var ki, həqiqəti qəbul eləmək istəmir və onlara sərf eləməyəndə o deyir ki, yox, yəni bu belədir, bu yalandır, elm yalandır, bu elədir. Bu faktdır, qardaş. Yəni bu biz özümüzdən çıxartmırıq. Yəni elmi araşdırmalar var, laboratoriya var. Onu biz də təşviq eləmirik. Şəxsən özünüz də gedib test keçə bilərsiniz. Hazır şirkət var. Ona biz məsuliyyət daşımırıq. Laboratoriyada test keçin, birləşin. Hətta belə bir şəxs olmuşdu. Rəzzaq bəy özü də mənə bu haqda məlumat verib. Bir şəxsi test eləmişdi. O şəxs özünü iddia edirdi ki, mən ərəb kökənliyəm. Və mənim babalarım ərəb olub. Bu şirkət yalan danışır. Və nə eləmişdi? Yəni aldatmaq üçün elmi aldatmaq istəyir. Bu adam götürmüşdü, öz oğlunu da test eləmişdi təzədən. Və oğlu ilə bərabər bizə bildirmişdi ki, Rəzzaq bəyə daha doğrusu ki, mən oğlumla yanaşı öz digər qardaşım oğlunu test edirəm. Baxın, bunları birləşdirə bilirmi həmin o laboratoriya? Və bunun əvəzində o götürmüşdü oğlu ilə yanaşı öz həyətindəki iti test eləmişdi. İti test eləmişdi ki, yəni bu nümunəni mən göndərirəm. Baxaq, onda sizdən mən yalanı tutacağam ki, orada o şirkət əgər Y-i çıxartsa. Və nə oldu? Cavablar çıxdı. O dedi, niyə cavablar çıxmır? Oğlanın cavabı çıxdı, birləşdi ondan. Digər cavab da çıxdı, qardaş, bu adam, bu insan nümunəsi deyil, heyvan nümunəsidir. Və bu qayıtdı dedi ki, bunlar necə bilirlər onu? Dedi ki, qardaş, bu kommersiya şirkətidir. Yəni burada istənilən insan test keçə bilər. 23andMe şirkəti var, Ancestry DNA şirkəti var, müxtəlif şirkətlər var. Hamısı öz ölkələrində test keçirlər. Yəni bundan hətta belə bir məsələ də var ki, insanların beynində daim şübhə var ki, bizim DNT-mizi oğurlayacaqlar, bizim üçün planlar qururlar və s. Məsələn, burada çox maraqlı bir mövzu var. Epstein son dövrdə Epstein dünya gündəminə oturub bunun mövzuları. Epstein son bəzi saxtakar genetik sahəsində də belə saxtakar adamlar var. Onlar bağlayırlar onu Bəni Haşimə. Yəni Epsteinin soyunu ata xətti ilə bağlayırlar. Hətta paylaşımlar edirlər ki, Epstein çıxıb J1 haplogrupun FG-ci 8712 qolu. Yəni o L859 bayaq dedim, yəni Seyid qolunun ata xətti, yəni o birbaşa peyğəmbər nəslidir və s. Epstein özü şəxsən test keçib. Onların DNT layihələri var Amerikanın özündə və o həmin adam çıxıb R1B haplogrupu. Yəni o ümumiyyətlə özünə Yəhudi deyən həmin şəxs də, autism olaraq Yəhudi deyən həmin şəxs də ata kökəni ilə ümumiyyətlə Yəhudi deyil, necə ərəb deyil, şərqli deyil bu insan. Sadəcə bu ön yarğı insanlarda, o müəyyən elitaların şərq xalqlarına, xüsusilə müsəlmanlara, bizim toplumlara qarşı belə bir ön yarğısı gətirib belə bir
ortaya məsələlər çıxardır və ata kökü ilə Epstein çıxmışdı Elbir adlı qrupu proto-italik qol, Çex mənşəli bir qol, sadəcə Yahudi ilə din dəyişib keçib autism səviyyədə. Və hətta onun çox maraqlı bir məqam vardı, o sənədlərdə də aşkarlanmışdı. Maxwell-lə bir yazışması var Epstein-in. Və Maxwell-lə yazışması da Maxwell özü genetikdir və özü də Elbirdir. Hətta bu məsələlərdə o qeyd edir ki, biz DNT testləri bu məsələ DNT testlərini mən söyləmişdim ki, dayandırmaq lazımdır. Çünki DNT testləri insanlardakı nifrəti aradan qaldırır. Bir növ DNT testləri belə İslami baxışdan baxanda ümmətçilik prinsipi yaradır. İlkçiliyi, millətçiliyi öldürür. Çünki sən burada oturmusan və sən görürsən ki, Tovuzdan bir adam məndən əmioğludur, mənlə birləşir və yaxud mənlə Avstraliyadan bir şəxs birləşir. Mənlə digər şəxslər bu bizdə birləşmə funksiyasını formalaşdırır və deyir ki, nəticədə biz hara gedirsək gedək, bir şəxsdən törəmişik. Yəni bizim hamımızın ortaq bir əcdadı var, A haplogrupu ki, elm olaraq ona simvolik olaraq Adəm adını qoyublar. Adam adını qoyublar ki, yəni nəticə etibarilə hamımızın kökü bir kişidən gəlir. Eynilə qadınların da hamısının kökü Yeva, yəni Həvva adlı bir qadından gəlir. Və ona da eyni adlar qoyublar. Hərflər də məhz ingilis hərf əlifbası sırası ilə haplogrupları yerləşdiriblər və o simvolik adlandırmadır. Yəni hər haplogrup bir əcdadı birləşdirir. Bir əcdadı göstərir. Yəni bilir ki, bizim babamız məsələn filan haplogrup olub. Yəni nəticə etibarilə biz ikimiz də M35 M2-nin qardaşı olduğu üçün biz bütün Afrikalılarla, bütün zəncilərlə əmioğluyuq ata kökü ilə. Yəni bu indi 10.000 ildir, 9.000 ildir, neçə min ildir, çox keçmişdə olan bir prosesdir. Nəticədə birləşirik. Bu sizin ata xəttinizi bildirir. Eynilə də onların yazışmalarında belə bir məsələ var idi orada. O bildirirdi ki, bu testləri dayandırmaq lazımdır. Çünki bu təbəqələşməni aradan qaldırır. Yəni biz digər insanlara aşağı baxırıq. Onlar bizdən deyillər. Buna safqan, ari nəzəriyyəsi var. Bu aryan. Onlar psevdo elmi nəzəriyyələrdir. Hər hansı bir sümük quruluşuna uyğun olaraq insanlar deyirlər, çünki elmdə belə bir şey yoxdur. Sümük quruluşu və yaxud fenotip. Bunlar ata xətti ilə sırf bağlı olan bir şey deyil. Altsümal bir şey. Bayaq da izah elədiyim formada. Və bunların nəzəriyyəsinə bu təbəqələşmə, bu zərbə vurur. Ona görə də qayıdıb Maxwell yazışmasında ona qayıdıb deyir ki, sən özün də ata xətti ilə semit deyilsən. Sən özün Qərbi Avropalısan, Elbirdə çıxmısan. Və bu genetik proseslər ki var, bu DNT testləri bütün bu fərziyyələrə, yalanlara, insanlar arasındakı düşmənçiliyə, xaosa, provokatorluqlara, digər məsələlərə zərbə vurur. Çünki bu Y-DNT-dir, sənin kökündə həqiqətdir bu. Yəni bunu qəbul eləmə fakt budur. Bu sənin öz seçimindir. Yəni bu şərt deyil ki, sən məsələn xalq olaraq, autism olaraq talış ola bilərsən, ləzgi ola. Bu sənin bir şeyi dəyişdirmir. Bu faciə də deyil. Bu həqiqəti öyrənməkdir və mən də bunu demək istəyirəm ki, əgər biz məsələn dini müəyyən bir şəxslər var. Onlarla danışırsan, onlar deyirlər ki, filan bir şəxsin bizə fətvası var, bu testləri biz qəbul eləmirik. Mən burada açıq deyəcəm, biz bu testləri qəbul eləmirik. Mən də qayıdıb deyirəm ki, qardaş, biz Rəbbin sözü ilə gedirik də, bizə insanların fikirləri maraqlı deyil ki, yəni biz bütə sitayiş eləmirik. Biz həqiqət, bizim üçün önəmli olan həqiqətdir. Allah da bizə həqiqəti buyurur. Yəni bizim əsas məqsədimiz nədir? Həqiqətə xidmət eləmək. Yəni yalana xidmət ediriksə və yaxud yalanı bilə-bilə onun ardınca gediriksə, onda biz doğru ömür boyu ola bilmərik. Və elmi araşdırmalar da dinə qarşı deyil. Bu indi bunu hansısa provokatorlar belə eləyir, yönəldirlər və s. İndiki bu genetik testlər əslində biz bilirik ki, dünya üzrə, mən açığı deyim, feminin bir təbliğat maşını işə salınıb. Çünki heç kimə artıq ata şəcərələri vacib deyil. İnsanlar deyirlər ki, vacib deyil, ata vacib deyil, nəsil vacib deyil. Digər məsələ, bu insanlara birləşdirməklə yanaşı, onlara mənəviyyat aşılayır. Yəni kimsə öz babasını axtarır. Çünki bu eyni zamanda bizim üçün ata fiquru deməkdir. Yəni Y ata deməkdir, bizim davamçımızdır. Çünki bizi yaradan atadır. Bizim atamızı da yaradan Allahdır. Yəni yaradıcı əslində ata fiquru kimi bir şeydir. Bu baxımdan da genetikanın mən ona görə deyirəm ki, bunun əslində bir müqəddəs rolu da var. Çünki həqiqətləri insanlara göstərir. Bu da kommersiyadır. Onun marağına deyil, səni o erməni çıxartsın, türk çıxartsın, alman çıxartsın, ingilis çıxartsın. Laboratoriyada bioloji material olaraq nədirsə və sənin nəticəndə o formada çıxır, o da çıxmalıdır. Belə yəni. Onda əlqərəz belə bir şey deyə bilərik ki, Dağıstan dağlıları ilə ərəb bədəvilərini minlər belə deyək də bir neçə min il
geriyə götürsək, onların yəni bir dənə əcdadı var və Bəli, bəli. Onların yəni bir dənə əcdadı ata var. xətti ilə bir əcdadı var. Hamısı birləşirlər bir-biri ilə. Yəni ata xətti ilə bir kökdəndirlər. Bütün Qafqaz. Amma çox doğru vurğusunuz ki, heç kim özünü çox o Arya dedikləri kimi düşünməməlidir. Yəni həkimi yəni biz nədən yaradılmışıq bir dənə ona baxmaq lazımdır. Yəni Bəli. niyə heç kimin heç kimdən üstünlüyü yoxdur. Məsəl üçün bəzən Qafqazlılarda görürəm ki, biz aborigenik, biz Qafqazlıyıq falan filan. Yəni nə oldu? Yəni okey. Yəni sonuçda mənə görə mən Adəm Bəli, əleyhissalamdanam. bəli. Yəni mən dədəm, ulu dədəm Adəm əleyhissalamdır. Onda siz dediniz ki, Allah yaradı. Vəssalam. Təbii ki. Yəni bəzən məndən soruşurlar ki, məmləkət nərəsidir? İşte vatan falan filan da. Tamam diyorum. Mən deyirəm ki, mən öz ulu dədəmin vatanının, yəni məmləkət nərəsi olduğunu bilirəm deyirəm. Deyir haradır? Deyirəm cənnət. Cənnətdən qovulub. Deyirəm ki, Allah nəsib eləsin, orada da geri dönərik inşallah. Yox, çox doğru vurğulusuz. Yəni orada ola bilər ki, deyirlər ki, biz qəbul eləmirik, amma bu bir elmdir və bu elm yürüməlidir və heç düşünmədim, amma çox gözəl vurğuladınız ki, bu əslində bir ümmətçilik şüuruna da getirir. Niyə? Çünki qardaş mən ləzgiyəm. Hətta testlərə görə siz də gördük ki, Çaxurlara çox yaxınam. Yəni mənə ən yaxın Çaxurdur da məsəl üçün. Yəni millət olaraq da orada. Amma mənim sizinlə də yəni qohumluğum var. 2000 il əvvəl, bir neçə min il əvvəl bizim dədələrimiz belə ki, həqiqətən də o Levanta, yəni Fələstin o bölgəsində otururlar. Düzdürmü? Oturub düşünürdülər ki, hətta belə bir şey də görmüşdüm, səhv eləmirəmsə. Onlar Balkanlara getmişdi. Balkanlardan sonra ola bilər Bəli, ki, Belarus istifadə var. Qafqaza. Bu da Balkanda yayılıb, bəli. Mən belə zarafatcasına birinə dedim ki, deyəsən Balkanlarda 2 dənə qardaş olublar. Biri deyib ki, mən sağa gedirəm, o biri də sola gedib. Sola gedən İspaniyadakı o qohumu çıxıb, sağa gedənlər də bizimkilər. Zaten elədir. Deyirəm, deyirəm ki, keşke bizimki sola getseydi deyirəm. Avropa tərəfə. Hocam Allah razı olsun. Çox gözəl mövzulardır. Və sizin əslində bu layihələriniz, yəni mən baxıram, yəni məsəl üçün bir dənə mən deyirəm ki, Yasab kəndində də tapılıb. Bəli, bəli. Yazınızda da mən sizə göndərmişdim də. Bəli, bəli. Deməli və onun yəni qızının əriyi, yeznəsi. O da aşağı ləgərdən, o da E-dir. Bəli. Yəni o da demək olar ki, eyni şeydədirlər də. Demək olar ki, yəni biz Yasabdan olmağımız ləzgilər Y adlı qrupu sözünüzü kəsirəm. Y adlı qrupu özü bir növ, yəni biraz qeyri-elmi səslənsə də çox aktiv və çox tarixi şəxsiyyətlər dünyaya bəxş edən adlı qruplardan biridir. Yəni biz bütün tarix proseslərinə baxanda hər xalq üçün lider işlər görən adlı qrupların şəxslərin çoxu həmin Y adlı qrupu çıxır. Məsələn, bu Balkan yarımadasında da elədir. Türkiyədə də elədir. Mən hətta fikir verirəm ki, Azərbaycanda da elədir, İranda da elədir, İraqda da elədir, Ərəblərdə də elədir, hamısında elədir. Yəni bu çox maraqlı bir detaldır. Məsələn, Churchill özü YB13-dür. Yəni ingilislər üçün ən önəmli fiqurlardan biridir YB13. İndiki Rusiya prezidenti, məsələn, Vladimir Putin, YB13-dür. Vladimir Putin özü. Sonra məsələn biz bura Mustafa Kemal Atatürk'ü də qeyd edə bilərik. Yəni onun haqqında bir tam markelər çıxsın, dəqiqləşsin. Mustafa Kemal Atatürk, yəni Türkiyə xalqının, Türk xalqının ən önəmli liderlərindən biridir. Ya, o adam YV13 çıxıb. Yəni həmin subklad olaraq. Bu çox maraqlı detallardır. Yəni bunu digər biz məsələn Qəddafini buna misal göstərə bilərik, Liviyada göstərə bilərik. Qəddafi önəmli bir fiqurlardan biridir. Yəni Y haplı qrupu subkladdan asılı olaraq hərəsinin öz yaşları var. Məsələn Benito Mussolini də burada bu haplı qrupu daşıyır. Yəni bu haqda da məlumat verim. Napolyon Bonaparte daşıyır. Adolf Hitler Y haplı qrupudur. Sonra məsələn Çauşeski var idi, məsələn Rumıniya dönəmində. Yəni sonra İskəndər Bek var, Vlad Tepes var. Məsələn bunlar Osmanlıya üsyan qaldıranlar. Sonra Osmanlının sədrəzəmi olub Rum Mehmet Paşa. Yəni o da YV13-dür. Yəni ümumiyyətlə Y haplı qrupunda bu Einstein daxil olmaqla, Franz Kafka daxil olmaqla, Dostoyevski daxil olmaqla, Friedrich Nietzsche daxil olmaqla, Sigmund Freud, bunlar hamısı E haplı qrupudur. Yəni Y haplı qrupunun daşıyıcılarıdır. İndi bəziləri Yəhudi kimi düşüb. Bəziləri ərəb kimi, bəziləri Balkandan, bəziləri digər haplı. Bunlar nəticədə hamısı bir kökdə birləşirlər. Yəni ata xətti ilə bir kökdən birləşirlər. J1-də də həmin proseslər var. Məsələn, P58-in özündə müxtəlif qollar var. Bu Family Tree DNA şirkətinin öz yaradıcısı elə
İbrahim peyğəmbərin xəttidir. Bennett Greenspan. Yəni o Family DNA şirkətini özü yaradan adam. Özü də J1 haplogrupudur. Sonra məsələn qollar var. Qafqaz xalqlarında da biz bunu müşahidə edirik. Qafqaz xalqlarında da vacib nəsillərdə həmin o J1 18 42 haplogrupu aşkarlanır, çıxır. Yəni bu maraqlı detallardır. Əslində haplogrupun həm də keyfiyyətə də təsiri var genetik olaraq. O xüsusi olaraq bir genetik xüsusiyyətləri formalaşdırır. İndi bu da gələcəyin bir elmi mövzusudur. Testlər artdıqca biz konkret onu biləcəyik ki, bunlar necə birləşirlər, hansı formada birləşirlər, belə. Baxın, Azərbaycan və Qafqazda genealoji tədqiqatlar var, aparılır və arxiv mənbələr mövcuddur. Məsəl üçün, Osmanlı dəftərləri, Rusiyanın o komedinal yazıları, məscid və kilsələrdə arxivlər qalıbsa və bəzi ailələrdə o dediğiniz şəcərlər ola bilər, Sovetdən qalma zaks ola bilər və arxiv də yəni ki, daha çox araşdırmalıdır da bu modada. Və bunlarla əlaqədar nə işlər görülür və ya görülür? Bunların nə dərəcədə töhfəsi var? Yəni həm DNT layihəsinə, həm arxiv Əslində layihəsinə. belə deyək, biz lap əvvəldən bir qısa izah eləyim. Bunun başlanğıc kökəni bu proseslərin birincisi bu qardaşım Rəza Xansuvarla bağlı idi. Rəza Xansuvar şəcərə tədqiqatları ilə başladı. Əslində bizim öz kökənimizi axtarışımız da belə başladı. Rəzzaq bəy özü şəcərə 14 yaşında məqalələr yazırdı və araşdırma ilə məşğul idi və bu araşdırmalar nəticəsində gəlib çıxdığı şəcərə məsələsində arxiv sənədlərinə ki, çünki biz Rəzzaq bəy özü də aşkarladı ki, bir 1600-1700-cü ildə olan əlyazmalar ki var ərəb və yaxud fars dillərində, onları tam əsaslandırmaq olmur. Çünki hansısa bir insanın öz fərziyyəsi ilə irəli sürdüyü bir şeydir. Sonra arxiv sənədlərində artıq Çar Rusiyası dövründə əhalini siyahıya alırdılar. Yəni keçirdilər, hər hansı bir kənd bəkənd gəzirdilər və əhali alırdı. Çar Rusiyasındakı olan arxiv sənədləri SSR dönəmindən 10 yaxşıdır, daha keyfiyyətlidir. Çar Rusiyası o qədər səliqəli işləyib. Və o baxımdan da arxiv sənədlərindən də tədqiqat şəcərə ilə bir-birini uyuşdurdu, davam elədi. Amma nəticədə biz yenə gördük ki, elə Rəzzaq bəy də, Ağalı bəy də bunu təsdiqləyər ki, onlar müşahidə elədilər ki, artıq biz burada uyğunsuzluq görürük. Yəni çox keçmişə gedə bilmirik. Və artıq DNT testlər lazımdır və çox maraqlı oldu ki, Əkbər Əliyev, yəni bizim Bakıdan olan bir həmyerlimizdir. Əkbər Əliyev özü 2010-cu ildən Azərbaycan DNT layihəsini tərtib eləmişdi. Amma o vaxt aktiv deyildi bu layihə. Çox ciddi fəaliyyət göstərmirdi, yeni idi cəmiyyətdə. Yəni bunu bir növ deyim ki, yaymaq lazım idi. Çünki biraz riskli idi. İnsanlar da tam başa düşmürdü bunun əhəmiyyətini. Müxtəlif damğalar qoyurdular. Və sonradan onun sayəsində Rəzzaq bəy qoşuldu. Sonra biz etnik talışlar üçün Rəzzaq bəy Talış DNT layihəsi yaratdıq. Və bunu yaradandan sonra Ağalı bəy qoşuldu və ondan sonra şəcərə araşdırmaları aparanda biz başladıq ki, Talış xalqının müxtəlif kəndlərində olan nəsillərinin biz ata xətti ilə şəcərələrinə baxaq. Və şəcərələrinə baxanda və bunların ardıcıllığına gedəndə və biz müşahidə elədik ki, həqiqətən şəcərə ilə DNT bir-birinə bağlıdır bir 90% hallarda. Çünki şəcərədə davam edən o xətt ki var, bu hara qədər gedirsə, bu digər nəsillərlə birləşmə ehtimalı var. Ona görə biz, məsələn, 1700-cü ildə sizin babamız yaşayır, məsələn də onun adı olub Mühəmməd. Və onun qardaşının adı olub, məsələn də Əli. Məhəmmədlə Əli qardaş olub 1700-cü ildə. Biz nə eləməliyik? Biz həqiqətən onu bilmirik 1700-cü ildə nə hadisə baş verib şəcərə etibarlığı baxımından. Biz bilməliyik ki, həqiqətən bu Əli ilə Məhəmməd qardaşdırsa, bunların DNT nümunələri üst-üstə düşməlidir. Ona görə Məhəmmədin xəttindən gələn indiki nümayəndə də test olunmalıdır. Əlinin xəttindən gələn indiki nümayəndə də test olunmalıdır. Bunlar test olunanda Y səviyyəsində eyni çıxdısa, demək bunlar eyni soydur. Və bu şəcərə də düppədüzdür, dəqiqdir. Şəcərə belə iddia eləmək olar. O baxımdan elə 1700-cü ilin rekonstruksiyası gedir bizdə. Yəni biz arxiv şəcərləri baxımından biz elə indi uzun müddətli elə Rəzzaq Xansuvar, Ağalı Varsaman, onları 1840-cı hələ biz Lənkəranlı işləmişdik. Çünki bunu işləmək üçün komanda lazımdır. Yəni çoxlu kollektiv lazımdır, tədqiqatçı qrupu lazımdır, dəstəyi lazımdır, bölgə-bölgə işləməliyik. Yəni bunu biz Kəlbəcər kommunal təsviri də yazıblar Rəzzaq bəy ilə Ağalı bəy. Onun üzərində iş gedir. Zəngəzur məsələn arxivlərinə daxil olmaq lazımdır. Toplamaq Gədəbəy üçün rekonstruksiya lazımdır. Yəni rekonstruksiya o deməkdir ki, şəcərəni artıq elmi metodlaşdırırsan. Şəcərənin təsdiqini tapırsan və artıq bu ömürlük qalacaq gələcəyə. Bu ölkə üçün sıfırdan elmi metoddan istifadə eləyərək
tam dəqiq yeni bir tarix yazmaq deməkdir. Amma dəqiq bir tarix. Ona görə mən yenə də deyirəm, yəni bizim üçün insanların fikirləri maraqlı deyil. Yəni bizim öz cəmiyyətimizdə də bəzi tarixçilər var, hərəsi bir fərziyyə ilə üstülə bilir, amma biz cəmiyyətə çıxanda, qlobala çıxanda, nə bilim mənim bu 3000 il qabaq biz göydən hoppana-hoppana düşmüşük, nə bilim adam öldürmüşük, dağıtmışıq. Bunu Avropa, digər toplumlar qəbul eləmir. Biz orada cılız görünürük. Bizim üçün rəsmi elmi məqalələr lazımdır ki, bu təsdiqini tapaq, biz onların gözünə bunu soxaq, belə pis çıxmasın. Orada göstərək ki, bu bizim DNT-mizdir. Qardaş, bu Azərbaycanlının nümunəsidir. Azərbaycan DNT layihəsidir. Yəni burada da bizim, yəni o elə bir şeydir ki, burada ofisə də ehtiyac yoxdur, xəstəxanaya da ehtiyac yoxdur. Kim istəyir test keçə bilər. Məsələn, siz özünüz necə sifariş vermisiniz? Oturmusunuz, sifarişi verdiniz, özünüzü test elədiniz, zaten o konstruksiya yazır orada. Kim istəyir test keçə bilər, məbləği də orada yazılıb, göndərilir. Sadəcə biz Azərbaycan DNT layihəsi yaratmışıq ki, həmin nümunələri bir araya toplayaq Paniter DNA nəzdində. Azərbaycan DNT olaraq bu layihə olar. Buradakı bütün bizim ölkəmizin hər vətəndaşının keçmişini, ölkəmizin keçmişini elmi formada araşdıraq və sənədləşdirək, orada təqdim eləyək. Sabah erməni DNT layihələri bunlar 99-cu ildən iş görürlər və biz elə təzə bu məsələdə aktivləşirik. Yəni bu insanlara elə indi biz çatdıra bilirik ki, bu genetik testlərin əhəmiyyəti var. Yəni bu 99-cu ildə onlar testlər aparırlar, onlar hətta paleogenetik araşdırmalar aparırlar. Paleogenetik araşdırmalar. Yəni erməni gedir həmin ərazilərdə, indiki bizim o qərbi Azərbaycan ərazilərində sümük analizləri aparır və sümükdə çıxır 3000 illik bir sümük. O aşkar elədiyi üçün, nümunə olmadığı üçün, onda təbii ki, həmin haplogrup şok olur. O deyir ki, bura mənim mədəniyyətimdir. Hətta bu məsələdə onlar Qafqazlılarla da mübarizə aparırlar. Yəni orada biz bilirik ki, aborigen xalqlar ləzgir, digər xalqlardır. Hətta onların da test keçməyi sərf eləmir. Əslində test keçmək bəzi super güclərə bizim toplumumuzun, ümumiyyətlə şərqlilərin test keçməyi sərf eləmir. Çünki tarixi biz sıfırdan təzədən yaza bilirik. Elmi formada. Dəlillərlə görürsən ki, qardaş, sənin bu kökün buradır və sən buranın yerlisən. Ona görə arxiv araşdırmalarının genetik testlərlə əlaqəsi ondan ibarətdir ki, biz şəcərə ilə axtaranda bu sənədləşmələri təsdiq eləmək istəyiriksə, lap keçmişdə, biz tutaq ki, 1700-cü ilə qədər gedirik. Amma 1700-cü ildən qabaqki sənədlərə etibar eləyə bilmərik. Çünki biz bilmirik onu kim yazıb. Yəni elə nəsillər olub ki, o həqiqətən özünü, onun şəcərəsi düz gedir Əbdülmütəllibə qədər. Düz gedir Məhəmməd Peyğəmbərə qədər, Bəni Haşimə qədər. Adam ümumiyyətlə ərəb çıxmır. Adam gürcüdür məsələn. Test edirik gürcü çıxır adam. Adam 600 il qabaq gürcü olub. Niyə? Çünki biz şəcərədə görürük ki, bu adam 1700-cü ilə qədər düzdür. Çar Rusiyası bunu sənədləşdirib. Ora qədər olan hissə düzdür. Amma ondan oran hissəsini biz əldə edə bilmirik. Bunun üçün də kollektiv formalaşmalıdır. Yəni biz özümüz də əslində biz 3-4 nəfərik cəm olaraq, bütün ölkə olaraq və bu arxiv işidir, şəcərə işidir, digər işlərdir. Bunu biz təkcə öz ötəmizə götürsək çatdıra bilmərik. O baxımdan da insanlar gərək özləri də aktivləşsin, maariflənsin daha doğrusu, birləşsin ki, biz ölkə üçün vahid bir elmi baza yaradaq da. Mən bunu həmişə deyirəm və vahid bir sistem quraq. Testlərdə yenə deyirəm, müraciət edə bilərlər, özləri sayt var, heç bizə müraciət eləməsinlər. İstəsələr könüllü olaraq necə eləmişik, köməklik göstərərik. Necə istəyirlər, test keçmək istəyirlərsə saytda endirimlər olur. Sifariş versinlər, gedib test keçsinlər, belə. Çox gözəl. Hətta belə bir çağırış da buradan edə bilərik ki, Bəli. bu layihədən aslında nə hökumət, nə dövlət, nə başqa bir orqanlar və ya tarixçilər, elmi bizim bu deyək bu akademiyada falan, yəni əslində də nə o, nə başqa kimsə qorxmamalıdır əslində. Bundan çəkinəcək bir şey yoxdur. Bu sadəcə bunu sübut edir ki, bu bölgədə onlar yaşayıb və aborigendir də məsəl üçün. Düzdürmü? Yəni heç kimin qorxması. Əslində mən keçən dəfə də hətta podkastda demişdim ki, sizə daha çox dəstək olunmalıdır bu mövzuda da. Yəni mənim şəxsən bu podkastı sizinlə çəkməkdə məqsədlərindən biri odur ki, mən dəstək olub bu layihəyə necə mən dəstək verə bilərəm. Bəzən olur kimlərsə olur sizə yönləndirirəm ki, o daha yaxşı bilir, ona baxın, test keçin falan filan. Amma ən azından biz dəstək olmalıyıq ki, öyrənək də, yəni ki, həqiqətən də şəcərəmiz hara gəlir, DNT-miz hara götürür bizi. Yəni bunu düşmənçilik üçün deyil, yəni bərabər olmaq üçün, yəni biz bir yerdən gəlirik, hamımız burdayıq da belə deyək də, bu dövlətdəyik də, bu bölgədəyik də. Ona görə mən düşünürəm ki, heç kim qorxmamalıdır və çəkinməməlidir bu mövzudan, dəstək olmalıdır əksinə. Tam doğru. Yəni sizə bunu dəstək olmalıdır. Və belə bir sual vermək istəyirəm. Bu mövzu üzrə çox müzakirələr gedir. Yəni Qafqaz Albaniyası mövzusu üzrə.
Bilmiyorum, bununla əlaqədar bir fikirləriniz, bilgiləriniz varmı? Çünki, bilirsiniz, bəziləri deyirlər ki, yəni, Azərbaycan türklərinin, yəni gəlmədilər Azərbaycan türkləri də, belə deyək. Amma mən daha çox bunu düşünürəm ki, yəni Azərbaycan türkləri hal-hazırda özünə Azərbaycan türkü deyənin əksəriyyəti sadəcə dili, yəni türk dili qalıb, yəni dəyişib. Yəni dil olaraq türk dili qalıb. Amma əslində özü o yerli xalqın nümayəndəsidir. Sadəcə türk dili dominant olub deyə türk dili əvəz eləyib də, belə deyək. Çünki bunu hətta keçən dəfə də siz mənə demişdiniz ki, yəni Asiya komponenti, yəni oradakı Azərbaycan və Anadolu türklərində daha azdır. Yəni daha çox. Bəli, bəli. Əslində belə deyə Bəli. bilərik. Həmişə indiyə qədər müxtəlif nəzəriyyələr irəli sürülüb. Yəni bunda əslində biraz Rusiya elitasının da təsiri var. Həmişə müxtəlif elitalar var idi ki, Altay nəzəriyyəsi var idi, müxtəlif nəzəriyyələr var. Amma indiyə qədər DNT testlərində mən açığı deyim ki, zaten bunu gəl biz statistik olaraq biz qəbul eləyək ki, zaten Azərbaycan türk dilli dövlətdir. Yəni çox faiz nisbəti ilə Azərbaycanda türklər daha çox yaşayır say olaraq. Və türk dili də burada dominantdır, geniş yayılıb. Çox maraqlıdır ki, bu geniş yayılan dil olmasına rəğmən YTNT səviyyəsində biz Orta Asiyaplı qrupları görmürük. Bu da artıq Altay nəzəriyyəsini tamamilə çürütməyə doğru gedir. Bəlkə də ola bilər. Yəni Orta Asiyaplı qrupları müəyyən qədər var. Amma 7% heç vaxt 93% dəyişdirə bilməyəcək. Yəni 7%lik bir YTNT ki var. Cəmi xırda-xırda o haplı qrupları. Onlar ola bilməzdi ki, o böyüklükdə Azərbaycan hamısı türkləşsin. Məsələn də onu deyim. Bu baxımdan da bu nəzəriyyə ki, bu Qafqaz Albaniyası nəzəriyyə, bunu təsdiqləmək üçün mən yenə deyirəm əslində testlər artmalıdır. Biz bilməliyik ki, birləşmələrlə məsələn Qarabağda elə nəsillər var ki, bildiyin erməni xətti çıxır, amma o erməni bundan törəyib. Artıq baxırıq ki, 1700-1600-cü ilə qədər bu insan şəcərəsi gedir, bu Qarabağlıdır, türkdür bu adam. Yəni bu insan. Amma bu erməni ilə belə və biz bilirik ki, o erməninin adları da müxtəlif adlardır. Erməni orada Babayan gedir, Hacıoğluyan gedir, erməninin adı. O artıq onda biz tuturuq ki, Tanrıverdiyan. Allaverdiyan, bəli. Allaverdiyan gedir, Rəcəbyan gedir, nə bilim, müxtəlif adlar var da onlarda. Yəni o göstərir ki, artıq bunlar özləri də keçmişdə ola bilər ki, onların kökü heç erməni olmasın. Və bu məsələdə də, məsələn, Talışların özündə indiyə qədər test olmayana qədər ermənilər Elbirbə çıxırdı. Ermənilər dedi ki, biz qədimi Elbirbə Hind-Avropalı bizik. Nə bilim, buranın belə eləyək. Amma Talışda 40% çıxandan sonra erməni artıq söz deyə bilmir. O deyə bilmir ki, mən burada qədiməm. Axı Talış özü burada daha qədimdir axı. Sənin çıxdığın subkladlar burada, ona görə Qafqaz Almaniyasında da həmin subkladlar çıxır. Məsələn, PF 75-80 çıxır. O PF 75-80 Talışda geniş Astrada biz təzə nümunələr çıxdı. PF 75-80 çıxdı Elbirbənin həmin qolunun. İndiyə qədər erməni iddia edir ki, o qol kim çıxdı, demək ermənidir o qol. Qardaş, bunun şəcərəsini biz araşdırmışıq. O adam ümumiyyətlə türkçə bilmir. Təmiz Talışdır bu adam. Yəni Talışın elə bir ləhcəsində danışır ki, yəni o türkçə danışa bilmir bu insan. Yəni bu necə erməni ola bilər? Və eyni ilə o türk məsələsi də elədir. Yəni əslində bu bizim dövlətçiliyimiz üçün də o yeni bir ideyadır, yeni bir nəzəriyyədir, nizam deməkdir. Həm Talışların burada nəticələri göstərir ki, erməni teoriyaları tamamilə çökür. Yəni o ermənilər bu 100% ya türkün törəməsidir, ya Talışın törəməsidir, lap məntiqlə gedəndə. Çünki onlarda çox qarışıqdır. O çıxır, bu sonradan test olmadı. Elə bir siz Qusardan bir Yasavı test eləmisiniz. Yasavda bir nümunə çıxıb, amma qonşu kəndlərə test olunmayıb. Yasavdan çox test olduğu üçün siz deyirsiniz ki, Yasav hamısı bu adlı qrupda, demək məndən törəyib hamısı. Amma digər ərazilər qalıb axı, yəni Azərbaycan digər əraziləri qalıb. Buna görə bizim DNT testləri, hətta onlar bundan 2 il öncə belə bir paylaşım eləmişdilər ki, Azərbaycanda Talışların və yaxud Azərbaycan türklərinin, eyni ilə Saxurların testlərinin artmağı tendensiyanı dəyişir. Görüntünü tamamilə dəyişir. Onlar görürlər ki, burada da həmin adlı qrup var. Həmin səviyyədə. Ona görə Qafqaz Albaniyasında elə haplı qruplar çıxır ki, qardaşı 3300 illikdə oradadır. Ona sən necə gəlmə deyə bilərsən? Ona sən necə Altay deyə bilərsən? Orta Asiya deyə bilərsən? Orta Asiya haplı qrupları var bizim ölkədə. Hətta belə bir nəzəriyyə vardı. Bizə həmişə elə sürürlər ki, Monqollar Azərbaycanı işğal eləyib. Çin, nə bilim, hər 10 nəfərdən biri Çingiz xanın törəməsidir. Hamı Çingiz xandan törəyib. Qardaş, C haplı qrupudur Monqollar. C haplı qrupu Azərbaycanda cəmi 10-12 dənə ailədə çıxıb. 12 dənə ailə çıxıb ki, haplı. Monqol haplı qrupu vəbşə nadirdir. Ümumiyyətlə, yəni belə deyək ki, ümumiyyətlə C haplı qrupu bizim ölkədə geniş yayılmayıb.
Və Monqolların hücumu nə vaxt olub? Əgər Monqollarla türklər gəliblərsə, Monqolların hücumu onda hardadır qardaş? Hardadır onda? Monqollar bura köç eləyiblərsə, onların törəmələri olmalıdır. Müşahidə eləmirik. Əslində biz ərəb haplı qruplarının da çox yüksək faizini ölkədə müşahidə eləmirik. Ərəb haplı qrupu bir 10%dir. Əslində ona baxanda bizim ölkəmiz daha çox müsəlman ölkəsidir. Və bizdə ərəb haplı qrupları çox geniş yayılmalı idi təbii ki. İndi ola bilsin çıxsın, ola bilsin türk genləri də çıxsın, türk haplı qrupları da olsun. Yəni 1460 nümunəyə, 1500 nümunəyə indidən o statistika tərtib eləmək biraz yanlışdır. Çünki testlər olmalıdır çoxlu. Ona uyğun biz bilməliyik ki, türk hansı formada gəlib, talış nədir, nə bilim, kürd nədir, fars nədir, saxur nədir, ləzgi nədir, ərəb nədir? Bunları biz klassifikasiya edək. Bu da testlərlə olacaq. Bu da yəni insanlar öz seçimlərinə asılıdır ki, test eləsinlər və biz dəqiq elmə əsaslanan bir nəzəriyyə formalaşdıra bilək. Bu formada. Bəs, çox maraqlıdır ki, deyilənə görə məsələn deyirlər ki, Babək məsəl üçün kürd olub da. Yəni o zamanlar orada zona, Kürdəmir falan filan zonalarda belə deyək, daha çox kürdlər yaşayıb da. İndi hal-hazırda da kürdlər var və bəzi kürdlər o birisi türkləşib də, ya da deyim. Və fars komponenti çox maraqlıdır. Kürd və fars. Yəni bunların da Azərbaycana bir şey varmı, təsiri? Hansı formada, yəni hansı formada deyirsiniz? Yəni DNT səviyyəsində. Bu farslaşma prosesini deyirsiniz, yoxsa necə? Yəni fars adlı qrupların çıxmağı. Yox, yox. Kürdlərin, yəni Kürd DNT-sinin və fars DNT-sinin Azərbaycanın belə xəritəsinə belə deyə baxsan, DNT xəritəsinə təsiri varmı ərəblərdəki kimi? Təsiri o var deyəndə biz belə bir şey irəli sürə bilərik ki, məsələn həmişə talışlara qarşı belə bir iddia irəli var idi ki, talışlar çox vaxt məlumatı olmayan şəxslər talışlara farslara bağlayırdılar. Belə bir anlayış. Hə, doğru. Aha. Yəni deyirlər ki, talışlar fars dillidir və s. Amma Y DNT səviyyəsində talışlar farslarla birləşmir ümumiyyətlə. Ümumiyyətlə Y DNT səviyyəsində talışların farslarla birləşən bir nəsilləri yoxdur ümumiyyətlə. Bizim nəsildə, bizim nəsildə də o fars çıxan adam o avtosom olaraq kürdlərə yaxındır, heç bilmək olmur onun kökü nədir. Yəni bizim öz nəsildən başqa el bir belər digər qruplar farslarla birləşmir. Birləşmə yoxdur. Yəni bu çox maraqlıdır ki, bu talışlardakı həmin birləşmə Qafqaz xalqları ilə birləşmələr var. Hətta talışlarda elə nəsillər var, Saxur ləzgi ilə birləşir. Yəni bu da göstərir ki, hər ikisi aborigendir. Amma farslarda qarışıqdır. Farslarda Y DNT səviyyəsində mən konkret ata haplı qrupu ardıcıllığı müşahidə eləmirəm. Onlarda hansı haplı qrup istəyirsiniz var. Yəni çox qarışıq bir şeydir. Kürdlərdə isə daha çox semitik haplı qruplar var. Kürdlərdə E var, J1 var və müəyyən qədər L1 çıxır. Yəni kürdlərin öz haplı qruplarında çox qarışıqdır. J1 P58 çıxır. Kürdlərdəki haplı qrupların çoxu ərəblərlə adətən birləşir. Bir də kürdlərin sırf özünün haplı qrupu L1-adır və L1 haplı qrupu çox geniş yayılıb. J2-nin bəzi qollarda yayılıb. İndi testlər çıxanda kürdlərin də öz subplatları formalaşır. Amma gələk bu talış məsələsinə, Azərbaycan məsələsinə, Azərbaycandakı əksər nəsillər gəl bunu qəbul eləyək ki, farslarla birləşmələri yoxdur hələ ki. Niyə? Çünki İranda elə çox test yoxdur. Hələ onu iddia eləmək də tezdir. İrandan testlər artmalıdır. Biz bunu bilək. Bu necə forma? Ona görə həmişə bu talışlara qarşı iddia sürərdilər ki, məsələn, talış fars dili, fars dili deyil, talış dilidir, İran dilidir yəni. Talış buranın aborigen xalqıdır. Ləzgi də aborigen xalq. Qaldı türk məsələsinə, türkü ki Altaya bağlayırlar. Ona da biz əmin deyilik. Onu gəlib gəlməməyinə biz əmin deyilik. TNT test eləyək. Boş-boş danışmaq əvəzinə elmi araşdırmalar bunu göstərəcək. Farsların özündə J2 haplı qrupu da çıxır. Amma o elə qollardır ki, məsələn, ərəblərdən birləşir. Elə qol var ki, o birləşir. Türklərdən birləşir. Elə qol var ki, tamamilə qarışıq. Orada qədimdə bilmək olmur. Niyə? Çünki İran bu DNT məsələsində ən zəif test keçən ölkə Türkiyə ilə birgə. Türkiyə DNT layihələri də, yəni hər ikisinin 90 milyon əhalisi var. Azərbaycan bizim DNT layihəmiz, bizim cəmiyyət dərinə gedəndə Türkiyə və İrandan 10 qat üstündür bu DNT məsələlərində. Aktivdirlər, test keçirlər. Yəni elə bir biz ortadayıq və bizim coğrafiya ən zəngin mədəniyyəti olan bir coğrafiyadır. Burada o qədər miqrasiyalar baş verir. O qədər köçlər baş verir. Amma biz bu ortada ola-ola nə Türkiyə, nə İran, yəni istər Osmanlı ərazisindən, istər Səfəvi keçmiş Osmanlı Səfəvi ərazilərindən ümumiyyətlə test zəifdir. Ermənilər test keçib kifayət qədər Türkiyədən, Yəhudilər test keçib, Ladinolar və s. Bir də Kürdlər müəyyən qədər test keçib Zazalarla. Amma Türkiyənin özündə türklər zəif test keçirlər. Eyni zamanda İranlılar da zəif test keçir. Farslar çox zəifdir. Hətta xaricdə olanları belə zəif test keçirlər. İran Yəhudiləri çox yüksək test keçib.
Yəni İran yəhudilərində nümunələr var. İran ərəbləri tez keçirdilər. Məsələn, mən bayaq da qeyd etdiyim kimi Mazandaranda daha doğrusu Seyid nəsilləri, onlar tam Seyid nəsil. Yəni onlar konkret Bəni Haşimlə birləşdilər, Mazandaran Seyidləri. Sonra Xorasan Rəzəvi Seyidləri, Məşhəddəki Seyidlər. Nəsillər belə, yəni test olanda biz onu iddianı irəli sürə bilirik. Qaldı bu Fars məsələsinə. Fars haplogrupunun Azərbaycanda yayılmasını biz hələ müşahidə eləmirik. Mən bunu açıq deyim. Biz ümumiyyətlə testlər olmur deyə, testlər yox deyə Fars haplogrupunun hansı Y olduğunu bilmirik. Konkret Wow. deyək ki, hansı Y-dur? Bəlkə J2-nin hansısa qoludur. Bəlkə filan qoldur. Bəlkə ümumi qoldur. Amma talışlara biz onu deyə bilirik təmiz olaraq. Talışlara deyə bilər ki, L1B-dir. Yəni talışlar L1B 40%, 45% L1B-dir. Sıtısı 77-63 qolu var. Hətta bölgələrə bölünür. Lənkəranın öz subkladı var. Lerkin öz subkladı, Yardımlı rayonunun öz subkladı. Masallının da öz subkladı. Qafqaz xalqlarında da həmin proseslər var. 1842-dir. Tabasaranda ayrı bir sinifdir. Hamısı bir-biri ilə birləşir. Saxurlarda ayrıdır, Ləzgidə ayrıdır. Türklərdə də belə birləşmələr var. Amma biz türk məsələsini aydınlaşdırmaq üçün testlər artmalıdır. Çünki Talış sadəcə türkdən azdır. Yəni 2 dəfə azdır. Ona görə türklərdən daha çox Azərbaycan türklərindən test olmalıdır. İstər İran türklərindən də. Testlər artdıqca konkret formalaşdıra bilərik ki, bu nə məsələdir. Yəni hansı komponentlər var autism səviyyədə. Azərbaycanda da Şərqi Avrasiya faizi, baxın türk faizi ən çox çıxır. Dediyim kimi Şəmkir ətrafında, digər regionlarda, bizim bölgədə də yəni ən çox belə o biraz psevdo çıxmasın, biraz psevdo elm kimi, amma saf qan biz homogen haplogrupa deyəndə talışlar öz ata xəttini daha çox dominant saxlayırlar və Semit haplogrupu burada ümumiyyətlə yox dərəcəsindədir. Bu çox maraqlıdır əslində. Yəni ərəblər İslam dini Azərbaycana yayılıb. Amma Azərbaycanda biz ərəb haplogrupunun yüksək dominantlığını müşahidə eləmirik. Ola bilsin test keçər, bilərik onu. Məsələn, Şamaxının özündə o nəsillər ki çıxır, onlar 300 ildir ora gəliblər, 400 ildir gəliblər. Yəni elə olanda Azərbaycanda bir 40% olmalı idi ərəb haplogrupları, amma biz onu da müşahidə eləmirik, onu açıq deyim. Test olandan sonra yəni bunu dəqiq biləcəyik, belə bu formada. Bəs tatlar haqqında varmı test edilib mi Bəli, acaba? bəli. Tatlar məsələn ata xətti ilə tatları 2 xəttə bölmək olar əslində. İstər bəzi tatlar J1, Z18, 42 çıxır. Onlar Qafqaz xalqları ilə birləşirlər. Və onları İranla birləşdirən bir funksiya var. Və tatlarda bəzi L1B haplogrupları çıxır. Onlar da kök olaraq Qərbi İran dilləri, elə Qərbi İran haplogrupu adlandıra bilərik. Onlar talışlarla birləşir. Bakının bəzi kəndləri var ki, onlar elə 2000 il öncə, 1500 il öncə talışla birləşir. Belə birləşmələr var. Dağıstan xalqları ilə də birləşmə var. Hətta Bakı kəndlərində ərəb haplogrupları daha çoxdur. Maşdağada bildiyin EV12 haplogrupu çıxıb, YV12. Elə bizim o əmi oğlu haplogrupu, yəni o Y haplogrupunun V12-nin, V22-nin əmisi oğlu. V12 haplogrupu Maşdağada bir Seyid nəslində çıxıb. Adam Seyid nəsli idi, ərəbdir bu şəxs, amma Bəni Haşim deyil. Yəni tamam ərəbdir, Bəni Haşim deyil. Maşdağada çıxıb, yəni belə bir nəsil. Sonra bildiyim kimi Nardaranda çıxıb, yəni belə haplogruplar mövcudu çıxır. Tatlarda kifayət qədər ərəb haplogrupları da çıxır. Hətta məsələn o dediyimiz kimi Ləzgi, Qusar, Quba ərazisində də çıxır. Xınalıqda çıxıb məsələn. Xınalıqda elə bir ərəb qolu çıxıb ki, o birbaşa Yəmənlə birləşir. Yəni o hansısa ərəbin ora miqrasiyasını biz bilmirik. O P56 altında bir qol çıxıb ki, o Əzdi qəbiləsi ilə birləşir. O qəbilə necə gəlib həmin o xınalığa çıxıb o ərəb olaraq biz onu bilmirik hansı proses o. Məsələn sonra elə Qırız kəndi var ki, onlarda İbir, İ2 haplogrup, İbir də doğrusu çıxıb Skandinaviya xalqları ilə birləşir. 950 ilə. Yəni biz bilmirik o Qırız ərazisindən o əraziyə necə gedib, yəni 9 ilə birləşir. Tatların özündə əsas haplogruplar J1, Z18, 42-dir. J2, M67-nin Qafqaz xəttləridir, yəni STS 6804. Bir də L1B haplogrupudur, yəni STS 7763. Eyni zamanda QF 7580. Bax bu qollarda yayılıb. Bunlar ki talışlarda da var. Bu da artıq Qərbi İran dillərinin bunların birləşməsini ortaya çıxardır. Bununla yanaşı məsələn elə nəsillər var ki, onlarda tamamilə semitik bir şeylər çıxır. J1 P58 çıxır. Məsələn Kürdaxanlıda çıxıb belə bir nəsillər. P58-dir, ərəb xəttidir tamamilə. Belə yəni proseslər də var tatların özündə. Amma tatların elə bir prosesləri var ki, tatlar daha çox Qafqaz xalqlarına yaxındır. Qafqazlılarla birləşirlər. Ləzgilərlə, Saxurlarla elə Dağıstan ərazisinin cəmaatı ilə birləşmə ardıcıllıqları var. Amma onlarda türk kökəni
Bəli. Elə haplogruplar ki, J2-dir, o birləşir Qazaxla, məsələn, Türklə birləşir. Elə proseslər də var. Yəni biraz testlər artanda daha dəqiq bir məlumat vermək olar. Belə. Yəqin ki. Bəs, çox maraqlıdır. Dağıstandakı azərbaycanlılarla Güney Azərbaycandakı azərbaycanlılar və, Gürcüstandakı azərbaycanlılar. Bunlar haqqında varmı bir fikir, bir Bəli, bəli, bilgi? əlbəttə var. Əslində belə demək olar, İran türklərindən, yəni İran azərbaycanlılarından daha doğrusu, türk haplogrupları daha dominantdır. Onlarda daha çox Monqol haplogrupu Hıı. var. C, N, O haplogrupu. Məsələn, Mustafi ailəsi var. Məşhur bir ailə olub Mustafi. İctimai-siyasi xadim ailəsi olub. O çıxıb N. Hətta mənim məsələn aşkar elədiyim bir şəxs mənlə əlaqə qurmuşdu. Bağır xanın nəsli. Məsələn, Azadlıq Hərəkatının liderlərindən biridir Bağır xan İranda. Adam D haplogrupu çıxıb və D haplogrupunun elə bir qoldur ki, yəni paternal olaraq türk xəttidir. Əslində İran Azərbaycanlılarında türk komponenti, türk haplogrupları daha çoxdur. Nəinki Türkiyə türklərindən daha çox İran azərbaycanlılarına bizim bölgədə daha çoxdur, həmin o Y səviyyəsində. İran Təbriz türklərində məsələn C çıxır, D çıxır. Sonra C-nin elə bir qolu çıxır ki, o İraq türkmənləri ilə birləşir, Monqollarla birləşir. O haplogrup çıxır. Məsələn, Nadir Şah Əfşarın soyundan birbaşa Stenford Universitetində bir müəllim var idi. O Nadir Şah Əfşarın birbaşa ata soyundan şəcərələri var, dəyərli o çıxıb o haplogrupu. Yəni o haplogrupların Şərqi Asiya mənşəli haplogrupdur. Yəni bu da göstərir ki, Nadir Şah Əfşarın kökü ata tərəfdən. Elə həqiqətən türk mənşəli olub. Haplogrup səviyyəsində. Artıq onda autosom rol oynamır ha. Birbaşa ata xətti ilə, yəni bu adam türk mənşəlidir. Bax belə məsələlər var. Yəni yenə də deyirəm, bir insanın məsələn sosial düşüncəsi və yaxud autosomalı bunlar ayrı şeylər. Yəni bir də etnik olaraq özünü necə hiss eləməyi, necə düşünməyi mən digər insanlara da Evet, deyirəm ki, məsələn nəticə çıxanda onlar deyirlər ki, siz yalan danışırsınız, bu şəxs özünü bu cür hiss eləmirdi. Deyirəm ki, qardaş, özünü nə cür hiss edir, hiss eləsin, onun bizə aidiyyatı yoxdur. Elm onunla maraqlanmır. Elm hissiyatla maraqlı olsaydı, onda gərək şair olardıq biz, şeiriyyatla məşğul olardıq. Yəni elmə nəticə maraqlıdır. Bir insanın da şəxsi düşüncəsidir. O türk kimi də hiss eləyə bilər, talış kimi də hiss eləyə bilər. Onun öz amma bioloji proses ayrı şeydir, gen ayrı şeydir. Yəni sənin genetik strukturun, etnik və bəzi insanlara sərf eləməyəndə, yəni son zamanlar bizim ölkədə də var belə şey. Onlar deyirlər ki, DNT etnik kimliyi bildirmir. DNT bizim genetik strukturumuzdur. O necə etnik kimliyi bildirməyə bilər? Sənin qəbul eləməməyin, özünü necə hiss eləməyin o ayrı məsələdir. Onu biz qarışmırıq. Hamıya hörmət edirik şəxsi. Amma Y-DNT səviyyəsində sənin kökün buralı deyil. Yəni bu da genetik pasportdur belə deyə sənin nəticən bu formada. bəli, bəli. Və belə bir iddia edə bilərimmi acaba, Güney Azərbaycandakı türklərin Azərbaycandakı türklərdən daha çox, türklük, haplogrupları var? Bəli, bəli, tam deyə bilərik. Tam deyə bilərik ki, məsələn, İran Azərbaycanlılarında daha çox türk haplogrupları var. O özünü saxlayıblar homogen olaraq. İndi bilmirəm hansı proseslə bağlıdır, fakt elədir. Azərbaycan türkləri isə daha çox Anadolu türklərinə yaxındır. Türkiyə türklərindən birləşmələr var. Sivas, Bursa, hətta Kütahya ilə birləşən nəsillər var. Elə xəttlər var ki, Anadolu türkləri ilə, Anadolu qızılbaşları ilə birləşirlər. Yəni türkmələri ilə də daha doğrusu. Məsələn, bundan 2 gün öncə bir dostumuz var idi. O Göyçə mahalının Gil kəndində idi. O Sivasın Gürün ilçəsindən köçmüşdü. O en haplogrupu çıxıb. Həmin Supulad Dağ Borçalıda Pəmbək mahalında da var. Artut kəndində də var. Borçalı ərazisində də yayılıb məsələn. Borçalıda elə haplogruplar var. N çıxır, N. Onlarda da türk komponenti, türk daha doğrusu komponenti ilə autosomal demirəm. Ata səviyyədə Y geniş yayılıb. Yəni onlarda da Borçalıda da N, O bu cür haplogruplar çıxır, türk haplogrupları, bəli. Bu kumuklarda da daha çox J çıxır deyirlər mənə görə. Kumuklar var. Kumuklar Onlarda da daha çox məsələ şu. Türk olduqlarına rağmen. Türk kumuklar daha çox qarışıqdır əslində. Noğaylar da var məsələn. Noğaylarda da qarışıqdır. Onlarda məsələn N də çıxır, R1B də çıxır, qəribə bir qoldur, Qafqaz xəttidir, qarışıb. R1A da çıxır. Bizim Çərkəzlərdə də həmin proseslər var. Çərkəzlərdə məsələn R1A çoxdur. Yəni digər Qafqaz xalqlarından fərqli olaraq Çərkəzlərdə R1A çoxdur və onların bəzilərində türk hekayələri var. Onlar müəyyən qədər türklərlə də birləşirlər. Bəzi Çərkəzlər, məsələn, Kayserdə olan nəsillər var, onlar birləşirlər. Və elə proseslər var, müşahidə eləmək olur. Onu testlə müəyyənləşdirmək olar. Hətta türkmənlər, məsələn, Türkmənistan DNT layihəsi var, onlar təzə yaradıblar. Türkmənistanda məsələn Q haplogrupu yayılıb, L712 qolu.
geniş yayılıb, Kür haplı qrupu yayılıb. Sonra Özbəklərdə məsələn Elbira haplı qrupu yayılıb, müəyyən qədər N də çıxır. Monqolların özünün çoxunda C haplı qrupu çıxır. Məsələn Çingiz xanın oğlu Düjinin xəttini aşkarladılar polidiyena olaraq. O çıxdı C haplı qrupu. Yəni Çingiz xanın öz iqlik DNT haplı qrupu C haplı qrupu olub. Yəni belə proseslər də var. O məşhur şəxslərin də öz DNT layihələri var. Onlar araşdırılır və onların da öz haplı qrupları var. Gözəl insan, son olaraq nə söyləmək istəyirsiniz xalqımıza? Mən əslində bunu deyə bilərəm. Mən deyirəm ki, bütün insanlar üçün birinci vacib olan, başqa insanın düşünməsindən önəmli olan, yəni mən burada hər kəsə səslənirəm, bizim Rəbbimizin nə düşündüyüdür. Yəni bizim barəmizdə olsun, istər cəmiyyət barəsində olsun. Yəni bizim hamımız əslində həqiqət lazımdır. İndi bəzi insanlar həqiqətdən qaça bilər. Yəni mənim düşüncəm odur ki, özü əsasən Azərbaycan səviyyəsində biz hamımız birləşməliyik. Necə ki mən açığı demək istirdim, onu öz paylaşımlarımda da mən deyirəm. Deyirəm ki, məsələn Qarabağ savaşı oldu da, Qarabağ müharibəsi oldu. Qarabağ müharibəsində Talışdan tutmuş, Ləzgi, Saxur, hamımız bir cəbhədə döyüşdük də və biz hərbi meydanda onu təsdiqlədik və qələbə çaldıq. Amma bizim üçün, yəni bir toplumun ayaqda qalması üçün ən vacib faktor elmi cəbhədə də birləşməyə bacarmasıdır. Yəni elmi cəbhədə də birləşək, bir-birimizi anlayaq və vahid bir elmi genetik bir baza yaradaq. Şərt deyil, yəni bu sadəcə genetika ilə məşğul olsun. Yəni bu bir qığılcım rolunu oynasın. Bizim layihəmiz qığılcım rolunu oynayır ki, hər hansı bir gənclər içində tədqiqatçı ruhu gəzdirən gənclər eyni zamanda da o mənəviyyatı qorumağa bacarsınlar. Yəni çünki bizim üçün dinimiz də bunu əmr eləyir. Bizim üçün ən vacib olan şey birləşmək idi. Yəni bizi kimsə ayırırsa və yaxud ayırmağa cəhd eləyirsə, demək bunun kökündə başqa bir şey dayanır. Ona görə də mən birinci növbədə tövsiyə edirəm ki, yəni birinci test keçin. Fərziyyələrdən uzaq qalın. Çünki insanlar səhv edə bilərlər. Çünki insanlar tanrı deyil. Yəni biz tanrı deyiləm, biz bu hamımız səhv edə bilərik. O baxımdan da bundan 300 il qabaq kiminsə yazdığı bir şey o mütləq həqiqət demək deyil. Və yaxud da hansısa şəxsin dediyi şey o demək deyil, o düzdür. O sizin bütününüzə çevrilməsin. Özünüz də araşdırın. Çünki Rəbb, Allah bizə həqiqəti seçmə azadlığı verib. Yəni bizə verib ki, biz bunu araşdıraq. O baxımdan da əgər kimsə istəyirsə bu genetik baza yaratmaq üçün öz kökünü araşdırmaq istəyirsə test keçsin. Yəni biz də köməklik göstərə bilərik. Rəsmi saytlar var. Girsin, o sayt olmur, inanmırsa ona başqa sayta girsin. Köməklik göstərir, seçim eləsin, özü sifariş versin, özü ödəsin, kökünü araşdırsın. Ona görə hər ərzadını araşdıranda biz keçmişə daha çox bağlı oluruq. Keçmişə də qaydanda biz birləşməyimiz artır. O egoistik həyatdan biz qaçıraq keçmişə doğru. Özümüzü birləşdirə bilirik. Vahid bir Doğru. sistem yarada bilirik. Bizim əcdadlarımızı araşdırmağımız vahid bir tarixi araşdırmaq deməkdir. Təzədən öz tariximizi elmi əsaslarla yazmaq deməkdir. Ona görə bizim burada kimsə danışacaqsa, nə bilim belə oldu, elə oldu, onu başqaları onu qəbul eləməyəcək. O bizim ölkə daxilində qalır. Qlobala çıxanda biz gərək keyfiyyətli şeylərlə ortaya çıxardaq ki, ölkəmizi təmsil eləyək. Yəni bizə dəstək olsunlar, olmasınlar. Yəni mən həm Rəzzaq Xansuvar bəy olsun, həm Ağali Varsaman bəy olsun, biz uzun illərdir bu işdə davam edirik. Yəni çox əziyyət çəkmişik və yenə də davam edəcəyik. Ona görə də kim köməkli istəyirsə, kimin çətinliyi varsa, elmi nöqteyi nəzərdən nəyisə araşdırmaq istəyirsə, test keçmək istəyirsə, kökünü araşdırmaq istəyirsə bizə müraciət edə bilər və biz də köməkliyə hazırıq. Belə. Teşekkürler. Var olun, güzel insan. Sağ olasınız.